Gəlin o zaman biraz sual cavab edək və sonra keçək dərsimizə. Biz sizinlə müavinin əmək funksiyaları haqqında danışmışdıq. Dəqiqə. Müavinin əmək funksiyası nədən ibarətdir? Yəni var qayda qrupu. Deyin, zəhmət olmasa əl qaldırın. Müavinin əmək funksiyası nədən ibarətdir və müavinin əmək funksiyası harda qeyd olunub? Nailə müəllimə, buyurun. Tədris işləri üzrə direktor müavinin ümumiyyətlə məktəbdə tədris prosesinin planlaşdırılmasıdır. Onun təhlili, nəzarəti, keyfiyyətin yüksəldilməsinə cavabdeh olan birinci şəxsdir. Yəni idarə edici, daha doğrusu şəxsdir. Tədris planlarının, fən kurikulumlarının icrasına nəzarət edir, müəllimlərin pedaqoji fəaliyyətini istiqamətləndirir, bir-biri ilə əlaqələndirir, metodik şuraya, fən metodikləşmələrinin fəaliyyətinə rəhbərlik eləyir, orada operativ bir təkliflər verir, dərslərdə, dərnəklərdə, dərsdənkənar məşğələlərdə onların keyfiyyətli təşkilinə idarə edir, dərs və məşğələlərin cədvəlinin rasional tərtib olunmasına təmin edir, fən kabinetlərinin zənginləşdirilməsidir, onlardan istifadənin səmərəli formaya gətirilməsini təmin edir. Ümumiyyətlə, məktəbdə elə bir sistem qurur ki, bu sistem, bu çarx, dırnaqarası desək, öz daxilində çox mükəmməl işləyir də, bu da müəllimlərə bu cür bir ab-hava yaradır ki, yəni siz tək deyilsiniz, mən sizə burada dəstəyəm. Müəllimlərin ixtisas artırması üçündür, kurikulumlara cəlb olunmasına təmin eləyir, qabaqcıl müəllimlərin o təcrübəsinin öyrənilməsi və yayılmasına dəstək olur, şagirdlərin illikdir, yarım illikdir, yekun qiymətləndirilməsinin o uçotunu aparır, təlimin keyfiyyətini ölçmək üçün monitorinqlərin təşkil edir, eyni zamanda diaqnostik qiymətləndirməni aparır, sonra onların haqqında operativ dəyişikliklər aparılması üçün təkliflər verir və burada da bu onu göstərir ki, yəni bu qiymət təkcə bir rəqəm üçün deyil də, hər hansısa bir qərar vermək üçün, qərar vermək alətidir deyək. Müəllimlər, valideynlərlə məktəb arasındakı o bağı qurur, maarifləndirmə işi aparır, şagirdlərin hər hansısa bir tədbirlərə fəallığını, idrak fəallığını artıran və yaxud da ki, sosial bu ictimai işlərdə iştirakı üçün tədbirlərə cəlb olunmasını üçün təkliflər verir. Məktəbin ana sütununda, hətta mən öz məktəbimizin bu direktor müavininə məktəbimizin anası deyirəm. Çünki demək olar ki, bütün ağır işin onun çiynindən getdiyi məlumdur və ona da eyni zamanda bütün müəllimlər dəstək olur. O qarşılıqlı hesabat vermə, qarşılıqlı dəstək formasında bu çarx davam edir. Tamam, Nailə müəllimə geniş məlumat verdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Çox gözəl cavablandırdınız. Digər yoldaşlardan deyin, zəhmət olmasa əlavələriniz varsa əlavə edə bilərsiniz. Əlavələriniz yoxdursa, təşkilatçının əmək funksiyası nələr daxildir bura, ondan sonra hansı sənəddə qeyd olunub təşkilatçının əmək funksiyası, bu haqda məlumat verin, zəhmət olmasa. Salam, axşamınız xeyir. Firuzə müəllimə, cavablandırmaq istəyirsinizsə buyurun, amma Firuzə müəllimə, bizdə burada deməli dərsdə kim ki sual cavabda iştirak edir, burada əl işarəsi var. Əl işarəsini istifadə edirik, o formada cavablandırmaq. Yox, cavablandırmaq istəmədim, sadəcə qoşulmuşdum, ona görə dedim, oldu mən. Sadəcə salamlaşdınız. Tamam. Mövlam müəllim, buyurun. Axşamınız xeyir olsun müəllimlər bir daha. Demək müəllimə, uşaqlarla məktəbdən kənar və sinifdən xarici işlər üzrə təşkilatçı məktəbdə əsasən tərbiyə işinə rəhbərlik edir. Burada müəllimlərin, sinif və dərnək rəhbərlərinin, psixoloqun, belə deyək, uşaq birliyi rəhbərinin, valideynlərin, hətta şagirdlərin tərbiyə işinə yenə əsas rəhbərlik edir. Şagirdlərdə milli, mənəvi, əxlaqi dəyərlərə, yəni əsasən vətənpərvərlik ruhunda, belə deyək, tərbiyə olunmasına, orada var ekskursiya, diaşünaslıq məsələlərində əsasən rəhbərlik edir.
təşkilatçıya əsasən yenə də uşaq birliyi rəhbəri, psixoloq, sinif və dərnək rəhbərləri, kitabxanaçılar, e, gənclərin hərbi hazırlıq rəhbərləri, yəni bunlar da təşkilatçıya birbaşa tabedir. Aha. Sonra kimlər Yəni uşaqlar tabedir arasında, uşaqlar təşkilatçıya? arasında hüquq pozuntuları, cinayətkarlıq, yəni belə halların da qarşısını almaq, yəni bunlar üçün profilaktik işlər görür də, belə deyək. Bu işlərə deyil. Tamam, tamam. Bu qədər kifayətdir düşünürəm. Bir də mən sizə belə bir çərçivə sənədi göndərmişdim. Orada ox işarələri ilə qeyd olunmuşdu. Kim kimə tabedir, yadınızdadırsa. Ümumi məktəbin strukturu, başda məktəbin direktoru. Bu haqda istəyirəm biraz danışaq. Əl qaldırın, yoldaşlar, zəhmət olmasa. Deyin, bax bu struktur necədir? Kimlər təşkilatçıya tabedir, kimlər tədris müavininə tabedir? Ülviyə müəllimə buyurun. Buyurun müəllimə, mikrofonu açın zəhmət olmasa. Sağ ol, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Bir dəfə bizə verdiyiniz o həmin sxemlərlə olan nə deyim ona, sxemlə olan bəli sənəddə Sənəddə qeyd etmişdim, bəli. qeyd etmişik, bəli. Deməli məktəb direktorudur. Məktəb direktoru tabe olanlar tədris işləri müavindir. Deməli təşkilatçıdır və təsərrüfat işləri üzrə direktor müavinidir ki, birbaşa tabedirlər və o tədris işləri üzrə müavinə isə burada fən birləşmə rəhbərləridir ki, onlara tabedir və onlar da, daha doğrusu müəllimlər də onlara tabedir. Tədris işləri üzrə müavinə deməli laborantlarda da tabedir və istedad bankı. Bundan başqa təşkilatçı var. Təşkilatçı da birbaşa məktəb direktoruna tabedir və ona tabe olanlar isə kitabxanaçıdır, Gənclərin hərbi çağırışı dərsini təbliğ edən müəllimlərdir, psixoloqdur, Uberdir, dərnək rəhbərlərdir, onlara tabedir. Bir də təsərrüfat işləri üzrə direktor müavinidir ki, ona da tabe olanlar texniki işçilər, bağbandır, gözətçilərdir, bunlar daxildir. Bir də var idi metodiki şura, onlara daxil olanlar isə deməli pedaqoji təcrübəyə malik olan yaxşı seçilmiş müəllimlərdir və metodistlərdir. Fən müfəddəsmələri də daxildir və müəllimlər isə onlara daxildir, tabedir daha doğrusu. Həmin birləşmələrinə. Bəs müəllimə, siz bayaq burada qeyd etdiniz, Uber dediniz də, müəllimə vəzifə qurallarını düzgün və açıq şəkildə qeyd etmək lazımdır. Uber desəz. Yəni uşaq birliyi təşkilatının rəhbəri. Bəli, bəli. O deyək ki, hər bir vəzifə adını düzgün formada açıqlaması ilə qeyd edin. Bəzən mən tədris, təlim, tərbiyə işləri üzrə direktor müavini sözünü burada qısaca deyirəm, tədris müavini deyirəm, qısaca deyirəm də, sadəcə vaxt baxımından uzun-uzadı adını qeyd etməmək üçün. Yəni bu adı tədris, təlim, tərbiyə işləri üzrə direktor müavini uşaqlarla sinifdən xaric və yaxud məktəbdən kənar birinci də deyə bilərsiniz, fərq yoxdur. Sinifdən xaric məktəbdən kənar işi üzrə təşkilatçı, sonra gənclərin çağırışa qədər ki, hazırlıq rəhbəri, bunları düzgün qeyd etmək lazımdır. İndi deyin, Ülviyə müəllimə, laborantlar kimə tabedir? Deməli, dedik ki, laborantlar tədris işləri üzrə müavinə tabedir. Və o da kitabxanaçı? Kitabxanaçı təşkilatçıya da tabedir. Bəs onlar pedaqoji heyət hesab olunur, yoxsa texniki? Onlar əslində texniki heyət. Bunu mən xüsusilə keçən dərsdə vurğulamışdım. Ülviyə müəllimə, düzəltdim. Keçən dərs bilməmişəm, üzr istəyirəm, amma atdığınız materiallara baxmışdım. Keçən dərs bilmədim dərs olduğunu, üzr istəyirəm, boşuna bilməmişdim. Ülviyə müəllimə, hansı ki dərsdə iştirak etmirsiniz, mütləq o dərsi izləyin. Bax, müsahibədə belə bir sual verilsə, siz səhv qeyd etdiniz. Turani müəllimə, düzəliş edin zəhmət olmasa. Axşamınız xeyir müəllimə, necəsiniz? Tamam, yaxşı olmaydın, siz necəsiniz? Pedaqoji işçi sayılır. Pedaqoji. Bəs müəllimlər
adətən qarışdırırlar. Düşünürlər ki, texniklər niyə? Ona görə ki, onlar təsərrüfat müdirinə bağlıdır və tərbiyə işləri üzrə müdirə bağlıdır ona görə. Necə bağlı? Baxın, bunu görürsünüz, biraz qarışıq deyir. Yasər müəllim, düzəliş edin zəhmət olmasa. Yasər müəllim, mikrofonu açın. Axşamınız xeyir olsun. Xeyir olsun. Gülfiyə müəllimə, mən əslində sual vermək istəyirdim. Mən o testdə texniki heyət seçəndə orada laborantların da adı çıxırdı. Bəli. Mən oradan fikirləşirdim ki, onlar texniki işçidir, amma siz videoda qeyd etdiniz ki, onlar pedaqoji işçi sayılır. Çünki onlar tədris prosesinə kömək edirlər. Onlar yardımçı pedaqoji heyət gedir də. Bax, adətən siz Bəli. yəqin ki görürsünüz işə qəbulla bağlı belə deyək də, regional idarələr, Bakı Şəhər Təhsil İdarəsi link paylaşır. Orada yardımçı pedaqoji heyət qeyd olunur. Psixoloq, laborant, kitabxanaçı, Uşaq Birliyi Təşkilatının rəhbəri, onlar hamısı yardımçı pedaqoji heyət gedir ha. Texniki heyət getmir. Sadəcə o tabeldə hansı ki gündəlik belə deyək də hər gün üçün biz texniki işçilərə tabel yazıb göndəririk onların əmək haqqısının ödənilməsi üçün. Tabel yəni əmək haqqı cədvəlidir. Orada 8 saatla, deyək ki, 05 stavka ilə çalışanlar 4 saatla, 6 bazar, istirahət günü, bayram B hərfi ilə qeyd edirik. Yəni buna görə də düşünürlər ki, onlar texniki işçilərdir. Amma onlar pedaqoji heyət hesab olunur. Ona görə bu sualı belə səhv cavablandırmayın. Onlar pedaqoji heyətdir. Bir də dedik ki, həm tədris müavinin, həm təşkilatçının hər ikisinin eyni bir işi var da, belə deyək ki, hər ikisinə aiddir. Bu nə idi? Bu Dərnək rəhbərliyi. Dərnək rəhbərliyi də əmrlə müəyyən deməli, olunur. dərsdən kənar, bəli, bunu da demişdim, əmrlə məktəb direktoru ya tədris müavinə, ya təşkilatçıya verilə bilər. Məsul şəxs kimi onlar təyin oluna bilər, belə deyək. Bir də hər ikisinin bir bank var idi yaradılası. Nə idi o? Bu haqqda danışmaq. Test bankı. İstedad bankı, İstedad bankı. Bəli, hər ikisinin istedad bankı olmalıdır. Bu istedad bankı yaradılmalıdır. Bu haqqda biz ayrıca danışacağıq. Aha. Zülfiyə müəllimə, Bəli. axşamınız olsun. Bir dənə sual vermək istəyirəm sizə zəhmət olmasa. Buyurun, Rəvanə Bu müəllim. bizdə dövlət məktəblərindəki gimnaziyalar var, səhərdən axşama qədər olan gimnaziyalar. Oradakı günortadan sonra olan tərbiyəçilər. Onlar sutkalı Bəli. fəaliyyət göstərir də həmin o internat. Yox, başqa şey soruşdu. Onlar təşkilatçıya, oradakı tərbiyəçilər, müəllimlər yox, tərbiyəçilər təşkilatçıya tabedirlər, düzdür? Bəli, təbii ki. Bəli. Çox sağ olun. Deməli, belə bir sual da verim sizə. Əgər sizi direktor vəzifəsinə təyin etsək, nədən başlayardınız, nə edərdiniz, hansı işi görərdiniz? Bax, sizi deyək ki, misal üçün, gəlin bir yeni qoşulan müəllimimiz var, ona müraciət edim. Adını unutmuşam, bir dəqiqə baxın, burada Şəfa müəllim. Şəfa müəllim, buradasınız? Naxçıvandan qoşulan müəllimimiz var, yeni qoşulub. İstəyirəm sualı ona yönləndirim. Müəllim, mikrofonu açın zəhmət olmasa. Orada mikrofon bölməsi var. 3 nöqtədə görəcəksiniz. Cavablandıra bilməsəz də narahat olmayın. Burada müəllimlərik, hamımız özümüzük, hamımız hazırlaşırıq, oxuyuruq. Burada çəkinəsi, utanası heç bir şey yoxdur. Əgər siz burada sual-cavabda iştirak etməsəz, burada utansaz, çəkinsəz, müsahibədə ümumiyyətlə danışa bilməyəcəksiniz. Ona görə mən istəyirəm ki, hər kəs aktiv olsun. Yəni danışmaq vacibdir. Sual-cavab ona görə təşkil edirik ki, siz müsahibədə gedib orada danışa bilərsiniz. Müəllim, əgər danışmaq istəmirsinizsə, mənə WhatsApp-da yox, WhatsApp-a baxa bilmirəm, səs yazı gedir. Chat bölməsində qeyd edin. Tamam müəllim, olar. Yəni siz xüsusilə dediniz ki, müəllimə, mən sual-cavabda aktiv iştirak etmək istəyirəm, dedim, müraciət edin. Oldu o zaman. İndi deyin zəhmət olmasa, misal üçün Fidan müəllimə, gəlin elə sizdən başlayaq. Fidan müəllimə, deyək ki, sizi direktor kimi təyin etdik. Ümumiyyətlə, ilk öncə mənə deyin zəhmət olmasa, siz niyə direktor olmaq istəyirsiniz? Nəyə görə siz bu müsabiqədə iştirak etmişsiniz? Gəlin buradan başlayaq. Növbəti sualı daha sonra təqdim edəcəm və sizə düzəliş Sualın sualın ikinci hissəsi əvvəl dediyinizə mən elə bil ki, cavabım hazırdır. Amma niyə biz səni direktor təyin etməliyik? Niyə direktor olmaq istəyirsiniz? Bu mən müsahibədə bir il yox, bir neçə il iştirak eləmişəm davamlı olaraq. Bu hər dəfə bu sual məndə çaşqınlıq yaradır.
Siz hər dəfə məndən soruşurlar ki, siz niyə direktor müavini olmamış, müəllim kimi birdən-birə direktor olmaq istəyirsiniz? Fikriniz var. Ə, Hı hı, Hə, hı hı. bu sual elə mənim özümü hər dəfə çaşdırır. Sözün düzü onun mən də düzgün tam cavabını bilmirəm. O birinci hissənin cavabı. İkinci hissənin cavabını deyərdim ki, ilk növbədə kollektivlə tanış olardım. Valideyn komitəsi ilə tanış olardım. Hı hı. Məktəbin son 3 ildə olan fəaliyyəti ilə tanış olardım. Nailiyyətlər, olimpiadada iştirak edən uşaqların nailiyyətləri, ali məktəblərə qəbul olan şagirdlərin nailiyyətləri ilə tanış olardım. Məktəbin zəif, güclü tərəflərini müəyyən eləyərdim. Bunun əsasında inkişaf planı hazırlayardım. Ən vacib problemləri ilk növbədə, sonra isə yerdə qalan problemləri ardıcıllıqla həll etmək qarşıma məqsəd qoyardım və bunu kollektivlə birgə komanda şəklində necə, hansı yolla həll etmək planını qurardım. Planını qurardım sözünü deyəsən çox dedim təkrar-təkrar, hə müəllimə? Eybi yoxdur müəllimə. Əsas fikrinizi ifadə edin. Mən rus dili müəlliməsiyəm. Mən inansız o çox çətindir fikrimi Azərbaycanca ifadə etmək. Mən rus dilində düşünürəm, sonra Azərbaycanca danışıram, ona görə belə pauza elə danışıram. Mənim problemim müsahibədə esseni çox gözəl şəkildə hər il yazırdım. Gəlirdim müsahibədə, bax bu belə problemlə qarşılaşıram, fikrimi ifadə eləyə bilmirəm. Və müəllim, məktəb, valideyn əməkdaşlığına xüsusi önəm verərdim, xüsusi yer ayırardım və çalışardım kollektivlə, valideynlərlə birgə qarşımızda duran məsələləri ardıcıllıqla həll edək. Bəli, müəllimə. Baxın, biz 5 prinsip haqqında danışmışdıq. Yadınızdadır keçən dərsdə. Təəssüf ki, keçən dərsdə iştirak etməmişdim. Bəli, kim iştirak etmişdi keçən dərsdə? Həmin müəllimə müraciət edim. Digər yoldaşlarla deyin. Elə sizin sualınızı da cavablandıracağam Fidan müəllimə. Xahiş edirəm. Mən niyə zavuç olmamış birdən-birə direktorluğa gəlmişəm? Dediyim cavabların heç biri onları qane eləmirdi. Bəli, indi deyəcəm. Bir dənə bunu yekunlaşdıraq. Zəminə müəllimə, siz deyin zəhmət olmasa. Baxın, bu 5 prinsip haqqında danışmışdıq. Bunu burada mütləq qeyd etmək lazımdır. Nələr idi? Yəni direktor olsanız, sizi əgər direktor vəzifəsinə təyin etsək, işinizi necə qurardınız? Burada mütləq siz əgər mənə etimad göstərilərsə və mən direktor vəzifəsinə təyin olunsam, işimi demişdik ki, 5 prinsip əsasında qurardım. Bu 5 prinsip hansı idi? Zəminə müəllimə. Mikrofonu açın zəhmət olmasa, əl qaldırmısınız. Məni eşidirsiniz? Bəli, açmamışam, danışıram öz-özümə. Bəli, əgər mənə etimad göstərib məni direktor təyin edərsinizsə, çalışaram ki, işimi 5 prinsip əsasında qurum. Bunlar birinci qanunun aliliyidir. Yəni Azərbaycan Respublikasının təhsil qanunu, ümumi təhsil qanunu, əmək məcəlləsi, bütün hüquqi normativlər əsasında öz işimi qurardım. Sonra şəffaflıq prinsipidir. İkincisi, negativ halların qarşısını alardım. Sonra üçüncü, liderlik bacarığıdır. Sonra hədəflərin müəyyən etməkdir. Dördüncüsü, bura daxildir təşkilatçılıq, planlaşdırma və s. Və beşincisi prinsipiallıq. Yəni hədəfə doğru, hədəfimi təyin edərdim, sonra hədəfə doğru gedərdim, hərəkət edərdim. Yaxşıdır, Zəminə müəlliməm. Bunu da qeyd edirsiniz. Bir də ki, əlavə olaraq, baxın, sizi direktor təyin etdik. Bax, ilk nədən başlayardınız? Bax, bizdə məktəbdə müəllim var idi, müəllimə belə deyək ki, daha aydın olsun, qadın. Və onu mən özüm hazırlamışdım. Deməli, mənim çalışdığım məktəbdə müəllim vəzifəsində çalışırdı. Həmin müəllimi mən həm dərslərə qoşdum, həm də ki, məktəbdə bütün işi öyrətdim ona. Və o dedi ki, müəllimə, bu sual mənə verildi müsahibədə. Mən dedi, sizin işinizi gözümün qarşısına gətirdim. İndi hal-hazırda bir neçə ay öncə direktor təyin olundu. Və dedi ki, sizin
gördüyünüz işləri göz qarşıma, göz qabağıma gətirdim, düşündüm və onların hamısını qeyd etdim. Mən istəyirəm sizdən soruşum və sonra öz fikirlərimi sonda deyəcəm. Mövlam müəllim, deyə bilərsiniz, bax, sizi təyin etdik. Siz artıq deyək ki, 5 nömrəli məktəbin direktorusunuz və Mövlam müəllim ilk iş günüdür. Təqdimat prosesi həyata keçirildi. Kollektivə Mövlam müəllim təqdim olundu. Ondan sonraki iş prosesi nədən ibarətdir? Müəllim, belə deyim də, indi kollektivə təqdim olundum. İndi bu məktəbin ümumi vəziyyətini bilmirəm birinci növbədə. Ona görə də birinci məktəbin ümumi diaqnostikasını aparardım. Yəni ümumi diaqnostika dedikdə, yəni həmin orada olan, məktəbdə olan bir vəziyyəti təhlil edərdim. Belə mövcud vəziyyəti təhlil etməyə çalışardım. Yəni burada müəllimlərin peşəkarlıq səviyyəsi, burada nizam-intizam qaydaları, şagirdlərin davamiyyəti, mövcud vəziyyəti təhlil edərdim. Sonra bundan sonra da başlayardım, yəni bu işlər üzrə müəyyən məqsədlər qoyardım, hədəflər qoyardım. Orada smart formasında, yəni orada mövcud vəziyyəti, yəni əsas spesifik məsələlərə toxunardım. Orada qarşımda hansı məqsədlərim var, hansı bu məqsədlərə çatmaq üçün hansı hədəflərim var, hansı yolları keçməliyəm. Məktəbin indi ola bilər ki, təyin olduğum məktəbdə vəziyyət biraz daha aşağı vəziyyət ola bilər. Orada nizam-intizam qaydasında istərsə də şagirdlərin davamiyyəti cəhətindən, məktəbin infrastrukturu cəhətdən, yəni bunları ümumi bir diaqnostika edib vəziyyəti özümə yəni agah eləyərdim, görəm məktəbin vəziyyəti nə yerdədir. Daha sonra da həmin zəif olan hissələri ki, hansı ki vardı, bunları aradan qaldırmaq üçün, yəni qarşıma müəyyən məqsədlər, vəzifələr qoyub, yəni o şeyləri getdikcə zamanla düzəltməyə çalışardım. Mövlam müəllim, istəyirsinizsə, bunlar da dəyərli fikirlərdir. Mən də öz fikirlərimi qeyd edim. Baxın, mən nədən başladım? Mən 12 il başqa bir məktəbdə direktor vəzifəsində çalışırdım və 2-ci ildir ki, artıq yer dəyişmə etmişəm. Nədən başladım? Baxın, ilk öncə təyinat verildi, təqdimat prosesi həyata keçirildi və qonaqlar təbii ki, təqdimatdan sonra onlar getdilər və mən məktəbdə idim. İlk öncə mən ümumi məktəbin maddi-texniki bazası və infrastrukturu ilə tanış oldum. Birinci mərtəbə, ikinci, üçüncü məktəbə, həyət önü, həyət arxası, baxdım, mövcud problemlər, dediyiniz kimi nələr varsa, bunlarla tanış oldum. Çünki təqdimat prosesi və günortadan sonra artıq bu işləri gördüm. Növbəti gün, təbii ki, ümumi kollektivlə tanışlıq olmalıdır. Ümumilikdə müəllimlərlə bir iclas keçirdim. Təbii ki, iclas keçirildiyi zaman biz müəllimləri tanıya bilmərik. Bizdə əsas, bax, belə deyək də, bizdə region üzrə də bilirlər ki, mən bu hazırlıq prosesini həyata keçirirəm və mənə bir dəfə deyilmişdi ki, bax, Zülfiyə müəllimə, bu direktorları, müavinləri hazırlayırsınız, onlar təyinat alırlar. Amma təyinat aldıqdan sonra nə iş görməlidirlər, hansı işi görməlidirlər, necə iş prosesini həyata keçirməlidirlər, onu bilmirlər. Onu da öyrədin onlara, zəhmət olmasa, mənə deyilmişdi. Ona görə də istəyirəm bunu demək. Bax, burada kommunikasiya, ən vacib məsələ kommunikasiyadır. Yəni, ümumi iclas keçirdik. Biz iclasda, tutaq ki, özümü təqdim etdim, ümumilikdə nə işlər görəcəyik və s. bu haqda danışdıq, müəllimlərlə tanış olduq. Ondan sonra təbii ki, siz müəllimlərlə tək-tək şəxsən görüşməlisiniz. Məktəb var ki, 50, 60, 100, 200 müəllimi var. Daha çox müəllim sayı var. Deyək ki, kollektivi böyük olan məktəblər var. Amma yenə də hər bir müəllimlə siz fərdi qaydada görüşməlisiniz. Hər kəsin problemləri, məktəbin ümumi vəziyyəti haqqında məlumat almalısınız və belə deyək, bir ay müddətində siz sadəcə ümumi nəzarət etməlisiniz. Yəni, məktəbə gəldim, mən direktoram, buna acıqlanım, burada bir səhv tutum, falan yox. Yəni, ümumilikdə nəzarət edirsiniz. Kim nə iş görür, kim nə işlə məşğuldur. Birbaşa, yəni, iradlarınızı bildirmirsiniz, belə deyək. Və təbii ki, gəldiniz, maddi-texniki bazanı dedim, ümumi tanışlıq, fərdi qaydada tanışlıq və s. və sonra Mövlam müəllimin dediyi kimi, burada ümumi məktəbin həm bu SWOT analizi deyirik, bu aparılmalıdır, məktəbin ümumi nəticələri barədə məlumatımız olmalıdır, müavinlə bu barədə biz danışmalıyıq. Deyək ki, ali təhsil müəssisələrinə qəbul olunan neçə məzun var, orta ixtisas təhsil müəssisələrinə qəbul olunan ümumiyyətlə 4, 6, 9, 11 bunların nəticələri və
Təbii ki, bunlar mütləqdir və inkişaf planı hazırlanmalıdır tədrisin keyfiyyətinin artırılması üçün. Bu kimi işlər. Bir də ki, baxın, məktəbə gəlirik, adətən deyirlər, məktəb gözəl məktəbdir, hər bir işi yerində. Amma gəlib görürsünüz ki, məktəbdə tədris pedaqoji sənədlər, maliyyə təsərrüfat sənədləri ümumiyyətlə sıfır vəziyyətdə. Bir çox məktəblərdə belədir demək olar. Var, yaxşı məktəblərimiz var, yaxşı sənədləşmə prosesi aparılan məktəblər var, amma yenə hardasa yarımçıq sənədlər olur, hansısa sənədlər olmur. Ona görə baxın, bu sənədlərin də yerbəyer olunması. Sonra mən sizə keçən dərsdə 3 aprel 2024-cü il tarixli MÜHDA tərəfindən göndərilən xüsusi hallar zamanı görülməli işlər barədə həmin əmri mən sizə təqdim etmişdim. Bizim məktəb üçün yazılan əmri də təqdim etmişdim. Bax, bu təhlükəsizliklə bağlı, bax, vacib bir məsələdir ki, bu tədbirlər həyata keçirilməlidir. Belə, yəni ümumilikdə yəni tədrisin keyfiyyətinin artırılması istiqamətində işlər aparardım. Bir də ki, çalışardım ki, mənim çalışdığım məktəb region məktəbidirsə, region üzrə, Bakı şəhər təhsil idarəsidirsə, Bakı şəhər təhsil idarəsi üzrə 10 məktəbdən, yəni nəticələrinə görə seçilən 10 məktəblərdən biri olsun istərdim. Yəni bu istiqamətdə işimi aparardım. Kimi qeyd edirsiniz? Bura qədər aydın oldu mu? Burada nəysə qaranlıq qalan bir şey oldusa deyin mənə. Varmı sözünüz dediklərimlə bağlı? Hə, bunları qeyd edirsiniz. Sənədləri dedim, məktəbin ümumi nəticələrini dedim. Burada inkişaf planı hazırlanması, ümumi məktəbin fəaliyyət planı. Bunları hamısını deyəcəm mən. Amma bunları mütləq deyin və bu çalışardım ki, məktəbi deyək ki, Bakı şəhər təhsil idarəsi üzrə, region üzrə seçilən nəticələri ilə, yüksək nəticələri ilə seçilən 10 məktəbdən birinə çevirim və təbii ki, məktəb, valideyn, şagird, bax bu üç bucaq, bu əlaqənin gücləndirilməsi təbii ki, ən vacib məsələlərdən biridir. Valideynlərlə mütləq əlaqədə olmaq, mütləq kommunikasiyanın qurulması çox vacibdir. Mən hətta ümumi məktəb üzrə bizdə 421 şagird var. 421 şagirdin hər birinin qoşulmaqla valideynlər qrupu yaratmışam ayrıca. Bax, birbaşa valideyn mənə WhatsApp-da yaza bilər, mənə zəng edə bilər, qrupda öz problemlərini qeyd edə bilər. Kim istəsə şəxsidə və yaxud məktəbə gəlir, təbii ki, onları qəbul edirəm. Yəni bu mütləqdir. Valideynlə birbaşa əlaqə. Yəni bir çox Bakı şəhəri üzrə məktəblərdə biz görürük ki, direktorun üzünü görmürlər, valideyn direktorun yanına getsin. Bu çox da mümkün olmur. Çünki müavinlərlə daha çox belə deyək də əlaqə olur. Amma burada birbaşa direktora belə deyək də dostluq deyirik də. Bakıda direktor axıranla ilə gəzir. Bəli, mən təəssüf ki, elədir, amma bu mütləqdir ki, valideynlərlə bu kommunikasiya qurulmalıdır. Bu belə. Digər məsələ, niyə ilk öncə muavin kimi yox, birbaşa direktor olmaq istəyirsiniz? Burada təbii ki, qeyd etmək lazımdır ki, mən deyək ki, neçə ildir, illərdir ki, artıq pedaqoji fəaliyyətlə məşğulam və yaxud 5 il stajım var, 10 il stajım var, neçə il stajınız varsa bunu qeyd edirsiniz. Və mən özümdə bu potensialı görürəm. Və mən birbaşa niyə direktor olmaq istəyirəm? Məhz muavin yox, mən istəyirəm məktəbin ümumi gələcəyi ilə bağlı belə deyək, qərarları birbaşa özüm qəbul edim. Birbaşa belə deyək də tədrisin keyfiyyətinin artırılması istiqamətində işləri özüm aparım. Yəni deyin ki, mən məsuliyyətdən qaçmıram. Əksinə öz üzərimə məsuliyyəti götürmək istəyirəm. İstəyirəm ki, tədrisin keyfiyyətinin artırılması üçün, yəni məktəbin gələcəyi üçün qərar verən birbaşa mən olum. Mən dedikdə təbii ki, biz bunu deyin pedaqoji şura vasitəsilə, müəllim kollektivi vasitəsilə, yəni biz bilirik ki, təhsil prosesinin iştirakçıları tərəfindən təhsil müəssisəsi idarə olunur, amma yenə də orada ümumi pedaqoji şuranın sədri, məktəbin direktorudur, məsələləri həmin bu pedaqoji şurada müzakirə üçün məsələləri burada qeyd edən də direktordur. Ona görə də məktəbin elə nizam-intizamın deyək ki, qorunmasıdır. Ümumiyyətlə belə deyək də idarəçilik prosesinin yüksək səviyyədə təşkil olunmasıdır. Müəllim, şagird, valideynlərlə deyək ki, açıq və səmimi əlaqənin qurulmasıdır. Yəni birbaşa özüm bu məsuliyyəti belə deyək də
öz üzərimə götürmək istəyirəm. Ona görə mən özümdə bu potensialı gördüyüm üçün və mən əminəm ki, mən bunu edə biləcəm. Yəni bir belə deyək də, ümumiyyətlə biz bilirik ki, məktəbin direktoru olmaq bir strateji rəhbərliyi tələb edir və deyin ki, mən öz təcrübəmə belə deyək də, öz baxışıma görə mən bu səviyyəni özüm üçün daha faydalı görürəm. İzah edə bildimmi? Biraz geniş mi danışdım? Yadda qaldı mı yoldaşlar? Yəni hər hansısa bir Bəli, müəllim, çox sağ olun. Bəli, bəli. Hər hansısa bir problemləri bir icraçı kimi yox da, belə deyək. Bir var ki, direktor məsul şəxs kimi müavini, təşkilatçını təyin edir. Müəyyən bir vəzifəni icra edirsən, müavinlik və yaxud təşkilatçılıq, orada icraçı kimi olursan da, müəyyən bir məsələlər icra edirsən və məktəbin direktoruna bu barədə məlumat verirsən, özün hər hansı qərar qəbul edə bilmirsən də. Direktor özü hardasa müəyyən məsələləri həll edir. Ona görə problemlər, hər hansısa bir problemlər olsun, ümumiyyətlə tədrisin, yenə deyirəm, keyfiyyətinin artırılması olsun, burada bir icraçı kimi yox, birbaşa həll edən, istiqamət verən, məsuliyyətin bölüşdürülməsi, təbii ki, Mövlam müəllim, məsuliyyətin bölüşdürülməsi, hesabatlıq, inkişafın monitoringi, bu prinsip haqqında danışacağıq. Təbii ki, bu prinsipləri də Mövlam müəllim düz deyir, onu da orada qeyd edin. Bu üç prinsip əsasında şəffaf, ədalətli, obyektiv qaydada mən təhsil müəssisəsini idarə etmək istəyirəm. İndi bu dediklərimlə bir qısaca yadda qalanı ən azından deyin. Buyurun, Nailə müəllimə deyəsən maraqlı bir fikir əlavə etmək istəyir. Mənim də əlavəm vardı, daha doğrusu öz fikirlərim fikirlərinizə yaxındır. Mən bu cür cavab verərdim ki, artıq mən uzun illərdir pedaqoji fəaliyyətlə məşğul oluram. Məktəbin tədris tərbiyə işlərini praktik olaraq artıq tanıyıram. Fənn metodu birləşməsidir, qiymətləndirmədir, müəllim valideyn o əməkdaşlığıdır, bu cür idarə etmə xarakterli funksiyaları icra edirəm artıq. Və bu direktor müavini təcrübəsi mənim üçün düzdür, faydalıdır. Bu təcrübə üçün, insanlar üçün faydalıdır. Lakin mənim öz idarə etmə bacarığımı bilirəm. Onu sistemli düşünərək birbaşa onu direktor vəzifəsinin o tələblərinə uyğun olduğunu özüm bilirəm. Buna görə də bu vəzifəni daşıyacağına adım kimi əminəm. Bəli, bəli. Cibir verərdim. Gələcəyimiz üçün, dövlətimiz üçün yaxşı işlər görmək istəyirəm. Daha sadə bir formada desək, qısaca. Yəni, birbaşa istəyirəm ki, bu prosesin iştirakçısı özüm olum. Məsuliyyəti özüm öz üzərimə götürüm. Deyək ki, burada müəllimlərə peşəkar bir dəstək vermək istəyirəm, motivasiyalarını artırmaq. Yəni, bütün... Zaten bu müəllimlərə hər hansısa bir proqramlar və hətta ətraf müəllimlərin, ətraf məktəblərin müəllimlərinə proqram təminatının təşkilində yardım edirəmsə, biri var müəllim kimi bunu mən dəstək edim, biri var ki, o rəhbərlik etdiyim məktəbdə icraçı bir rəhbər kimi bunu bütün müəllimlər arasında təşviq edərək yayım. Bu ikisinin arasında fərq çoxdur. Bəli. Bir də mən sizə belə bir material göndərmişdim. Həmin materialda mən qeyd etmişdim, nə kimi hədəfləriniz var demişdik. Biz məqsəd hədəf haqqında da keçən dərsdə danışdıq, yadınızdadırsa. Şəfa müəllim, siz əl qaldırmışdınız, yeni qoşulduğunuz üçün düşündüm ki, siz yəqin ki, bunları oxumamısınız. Şəfa müəllim, məqsəd və hədəf arasında fərq nədən ibarətdir? Deyə bilərsiniz. Yəqin ki, həmin dərsi dinləməmsiniz, bugün qoşulub mənim. Əgər cavablandırırsınızsa, açın mikrofonu. Aha. Salam, hər vaxtınız xeyir. Şəfa müəllim, buyurun. Səsim gəlir mənim, müəllim? Gəlir müəllim, buyurun. Məndə səsdə problem var idi, ona görə qoşula bilmirdim. İnternetdən mi əlaqəli nəsə? Olur elə, olur. Mən birinci sizə sualımı ünvanlamaq istəyirəm. Bəli. Məndə 500 minusdur da, bilirsiniz, direktor olaraq. İndi bu sualları hamısını cavablandırdınız. Məndə indi yəqin ki, mənə bir sual verəcəklər ki, siz nə üçün 500 minusdan 500 plusa keçmək istəyirsiniz. O haqda özüm üçün bir rezümə hazırlayırdım, ona cavab vermək üçün. Yəqin ki, mən də orada bildirəcəm ki, əsas hədəfim məktəbin aparıcı, qərar verici hissələrindən baş rol olmaqdır. Biliyimi, təcrübəmi 500 minus məktəbdən edib, əməkdaşlıq qazandıqdan sonra 500 plusa da sonra tam belə fikrimi çatdıra bilməyəcəm, dediyim kimi. 500 minus plusa verəcəm, cavabı hazırlayıram özüm üçün. Sizin verdiyi sual
məqsədlə hədəfin fərqini dediniz mənə. Bəli, bəli. Məqsəd hədəf son olan bir şeydir məncə, mənim fikrimcə. Hədəf odur ki, sonunda olan çatmağımıza nail olacaq bir nöqtədir. Məqsəd isə gedəcəyimiz yolun, əldə edəcəyimiz nəticənin minimum səviyyədə olmasıdır. Belə fikirləşirəm mən. Səhv deyə bilərəm. Şəfa müəllim, nabarot, düz dediniz əslində. Bax, məqsəd, bax, keçən dərsdə də mən onu demişdim. Məqsəd odur ki, biz istəyirik ki, bax, buraxılış imtahanının nəticəsi deyək ki, 9-un nəticəsi. Misal üçün, maksimal 300 bal deyil. Ən azından biz istəyirik ki, məktəbimizin nəticəsi orta balı 180 deyək, 150 deyək, lap 50% ən azından. Mənim çalışdığım məktəbim, misal üçün, keçən il balı 132, birində 131 idi. Yəni, hər bir sinif üzrə götürsək. Ümumiyyətlə, bunu da qeyd edin. Mütləq siz müsahibəyə getdiyiniz zaman, və unutmamış bunu da deyim, siz məktəbin 9-un, 11-in nəticələrini, onları direktordan xahiş edin ki, sizə təqdim etsinlər. 9-un, 11-in. Bir də ki, 4-dən 6-nı da. Yəni, 4, 6, 9, 11. Əsas da 9. Bax, 9-un nəticələrini əzbərə yadda saxlayın ki, bax, keçən il 9-un nəticəsi necə olub? 9-cu sinifin buraxılış nəticəsi. Bir də ki, ali təhsil müəssisələrinə qəbul olunan deyək ki, neçə nəfər var məktəb üzrə. Onu da mütləq bir qeydinizi aparın, orada deyin. Onları soruşurlar, ha. Yaxşı, Şəfa müəllim, digər müəllimlərdən mütləq. Mən əzbər bilirəm onları, əzbərləmişəm. Hər o işin içindəyim də. Bəli, onları soruşun, onları deyin. Deməli, dediniz ki, hə, məqsəd, hədəf. Deməli, məqsədimiz odur ki, deyək ki, məktəbin 9-cu sinif üzrə, buraxılış sinif üzrə orta balı 170 olsun, 180 olsun, 150 olsun. Bu məqsədə doğru, məqsədimiz budur. Məqsədə doğru isə biz hədəflə gedirik də, kiçik addımlardır. Hədəf kiçik addımlardır. Hər ay üçün biz monitoring keçirik. Mən onu sizə təqdim edəcəm, mən bu prosesi necə həyata keçirirəm. Hər ay üçün biz monitoring keçiririk, deyək ki, onun təhlilini aparırıq, həm valideynlərlə, həm şagird, həm müəllim və s. Və hər ay üçün biz orta balı artırırıq. Misal üçün 120-dən 123-ə artırdıq oktyabr ayında. Sonra 128-ə artırdıq noyabr ayında. Dekabr ayında birdən-birə azalma da olur. Belə bir halda olur. Monitoring zamanı biz görürük onu. Sonra yenə baxırsan ki, 10 bal artım var. Yəni, bu formada kiçik addımlarla biz artıq məqsədə doğru gedirik. Yəni, məqsəd daha geniş bir anlayışdır. Hədəf amma kiçik addımlarla. Bax, bu kiçik addımlar sözü də elə regiondan bizdən bu formada tələb edirlər. Deyirlər ki, birdən-birə siz yüksək hədəflər qeyd edirsiniz və siz sonra o məqsədə gəlib çata bilmirsiniz. Ona görə onun kiçik addımlarla getmək lazımdır. Bax, bunu yadda saxlayın. İndi Şəfa müəllim maraqlı bir sual verdi. Gəlin bu sualı sizə ünvanlayım, sonra da mən cavabını təqdim edim. Deyin zəhmət olmasa. Niyə 500 minus məktəbdən 500 plusa getmək istəyirsiniz? Burada bizdə direktorlar var da kifayət qədər. Kimlər ki 500 minus məktəblərdə direktor vəzifəsində çalışırlar. İndi onlar 500 plus məktəbinə istəyirlər getməyi. Niyə? Ülviyə müəllimə, siz 500 minusda direktorsınuz? Xeyr. Mən sadəcə sualı cavab vermək istəyirəm. Gəlin o zaman bir dəqiqə Firuzə müəlliməni dinləyək. Firuzə müəllimə deyin zəhmət olmasa. Salam, axşamınız xeyir. Demək, mən də 500 minus məktəbdə direktor vəzifəsində çalışıram. İndi 500 plusa keçmək istəyirəm. Səbəb odur ki, daha çox məsuliyyət götürmək, daha böyük kollektivlə işləmək, yəni hədəfim daha böyük kollektivlə işləməkdir. Düşünürsünüz alınacaqmı? Burada necədir sizdə nəticələr? Məndə nəticələr mən 2022-ci il oktyabrın 5-də təyin olmuşam və həmin ildən də nəticələr 9-un 11 il, siz ki, məktəbin nəticəsi 9-dan bilinir. 9 illik nəticələrim son 3 ildə yüksəkdir. Digər illərə nisbətən yüksəkdir. Hə, yüksəkdirsə bu çox gözəl bir haldır. Hətta region arasında bizim keçən il 4-cü siniflərimiz 3-cü yerdə idilər. Əla. Əgər belədirsə, bu sizin üçün daha böyük bir plusdur. Niyə? Çünki Ali məktəbə daxil olan şagirdlərimizin sayı çoxdur. Olimpiada iştirakçılarımız çoxdur. Yəni bu yöndə işlər çox irəli aparmışam.
Bəli. təhsilin keyfiyyətinin Amma artırılması ilə burada bağlı sizə olaraq. bilirsiniz, bu müsahibədə belə bir şey də var. Bunu da deyim, yadda saxlayın. Elə yadıma düşdükcə arada deyim. Buyurun. Müsahibə hansı formatda gedəcək? Bəli. Demək olar ki, onun bir 70% sizdən asılıdır. Niyə? Niyə? Bax, Firuzə müəllimə bu dəqiqə dedi ki, 500 minusdan 500 plusa yer dəyişmə etmək istəyirəm. Mən soruşdum niyə? Müəllimə dedi, nəticə belədir və son 3 ildə filan məsələlərlə bağlı dedi ki, nəticələr artım göstərilir və mən burada uca komissiya üzvü olaraq sual verə bilərəm ki, Firuzə müəllimə, bəs siz bu nəticənin artırılması üçün nə iş gördünüz? Bəli, çox işlər görmüşəm. Məktəbdə əvvəlcə monitorinqlər keçirib məktəbin şagirdlərin belə deyək tədrisin keyfiyyətini yoxladım. Orada baxdım ki, məsələn şagirdlər hansı fənlərdən nəticələrdə zəiflik olub məndən əvvəlki illərdə və fən müəllimlərini belə dəyişdirdim. Hansısa baxdım ki, məsələn imtahan nəticələrinə görə, pedaqoji iş stajına görə müəllimləri daha çox cəlb elədim həmin siniflərdə dərs keçməsinə və əlavə məşğələlər təşkil etdim məktəbdə. Bəli, bəli. Deməli, baxın, gördünüz, Firuzə müəllimə bu sualı cavablandırdı. Burada mənim 2 dənə mənim üçün maraqlı olan bir məqam qaldı ki, tədrisin keyfiyyətinin artırılması üçün monitorinqlər təşkil etdim müəllimə dedim. Mən burada sual verə bilərəm ki, misal üçün cavablandırmayın, sadəcə mən sizə müsahibənin formatını qeyd etmək istəyirəm. Deyə bilərəm ki, müəllimə, bu monitorinqləri necə təşkil etdiniz? Və yaxud deyə bilərəm ki, aşağı nəticə göstərən şagirdlər dedi müəllimə. Bu aşağı nəticə göstərən şagirdlərlə işi necə təşkil etdiniz? Bax, bu formatda müsahibə gedir. Ona görə də siz müsahibə zamanı tutaq ki, hər hansısa bir arxasında dura bilməyəcəyiniz bir söz var da. Deyək ki, misal üçün siz fərdi təhsildən arada danışdınız. Misal üçün sual veriləndə. Və siz fərdi təhsilin nə olduğunu unutmusunuz və yaxud bilmirsiniz. Bilmədiyiniz bir söz varsa, çalışın ki, müsahibədə o sözü yada salmayın. Yəni sizə uyğun bir istiqamətdə də siz o müsahibəni apara bilərsiniz. Onu demək istəyirəm. Çalışın ki, danışdığınız zaman o sözlərə də diqqət yetirin ki, hər hansısa elə bir sözü qeyd etməyin ki, bax siz bu tutaq ki, siz metodik şura haqqında deyək ki, o qədər də misal üçün biləcəksiniz, sadəcə misal olaraq qeyd edim ki, metodik şuranın necə təşkil olunduğunu bilmirsiniz. Biz məktəbdə metodik şura təşkil edirik belə-belə. Burada sual verilə bilər ki, bu metodik şuranı necə təşkil edirsiniz? Siz yada salırsınız da, onu demək istəyirəm. Ona görə çalışın ki, bildiyiniz istiqamətdə danışın ki, həmin o istiqamət üzrə sual sizə verilməsin. Fikrimi çatdıra bildimmi sizə, yoldaşlar? Nə demək Bəli, çatdırdınız. Amma siz məsələn sual mənə verilsəydi monitorinqlə bağlı, mən deyərdim ki, məsələn monitorinqin nəticəsinə görə şagirdləri bir və ya bir neçə qruplara bölürəm. Nəticəsi 30%-ə qədərlər, nəticəsi 30-la 60-70%-ə qədər və 70-dən yuxarı nəticə göstərən şagirdlər. Yəni onlarla ayrı-ayrılıqda nəticə məşğul olunur. Deməli, siz Firuzə müəllimə bu ilki bu tədris ilinin təşkili barədə F563 əmr var. 12 sentyabr 2025. Burada oxu savadlılığı üzrə deməli payın artırılması, rəqəmsal savadlılıq üzrə baxmısınız da yəqin ki F563. Siz direktor olaraq bunu bilirsiniz. İndi bu haqqda da biz sizinlə danışacağıq. Bu F563 12 sentyabr 2025 tədris ilinin təşkili barədə əmri. Bunu hər kəs bilməlidir. Bu ilin prioritet istiqamətləridir. Onu soruşacaqlar. İndi bu haqqda da mən sizə Bəli, gördünüz, bax bu F563 dedim, Firuzə müəllimə sразу bunu bildi. Niyə? Çünki direktordur. Ona görə də direktorlar bunu biləcək, amma müəllim olanlar bilməyəcək. Bu haqqda biz danışacağıq. İndi gələk digər məsələmizə, əsas məsələmizdən yayınmayaq. Şəfa müəllimin burada sualı var idi ki, niyə məhz şagird sayı az olan məktəbdən şagird sayı çox olan məktəbə getmək istəyirsiniz? Mövlam müəllim, sizə də söz verəcəm. Mən bu sualı istəyirəm cavablandırım. Ümumiyyətlə, biz bilirik ki, şagird sayı az olan məktəblərdə təbii ki, məsuliyyət daha az olur. Misal üçün, əvvəl mənim çalışdığım məktəb ümumorta məktəb idi. Həmin məktəbdə şagird sayı 100 nəfərə qədər olan bir məktəb idi. Orada məsuliyyət az idi. Orada belə deyək də, hər hansısa bir təhlükəsizliklə bağlı bütün tədbirləri, hər bir işi görmüşdük. Amma hər hansısa
problemlər az olurdu. Yıxılan şagird, tənəffüs zamanı, hər hansısa bir dalaşan şagirdlər, burada şagird sayı çox olduqca məsuliyyət də daha artır təbii ki. Və sistemli bir formada idarə etmə tələb olunur. Və siz burada deməlisiniz, niyə 500 minusdan 500 plusa? Çünki mən düşünürəm ki, mən yenə də bu potensialı özümdə görürəm, bu mühit içində özümü faydalı hesab edirəm, qeyd edə bilərsiniz və düşünürəm ki, böyük bir məktəbi idarə etmək üçün siz nə etməlisiniz? Düzgün şəkildə planlaşdırmanı həyata keçirməlisiniz. Ümumi məktəbin fəaliyyət planı doğru düzgün hazırlanmalıdır və icra olunmalıdır. İdarə etmə prosesi düzgün təşkil olunmalıdır. Yenə də bayaq qeyd etdiyim kimi məsuliyyətin bölüşdürülməsi, hesabatlılıq, inkişafın monitorinqi prinsipi əsasında komanda ilə işi təşkil etmək lazımdır. Yəni mən tək özüm yox, komanda ilə birgə məktəb rəhbər heyəti, yardımçı pedaqoji heyət, müəllim heyəti birlikdə təbii ki bu işi görməlisiniz və təbii ki burada mütləq bunu qeyd etməyi unutmayın. Yəni sizin məqsədiniz şagird sayı daha çoxdur deyə, yəni buna üstünlük verdiyim üçün yox, qeyd edirsiniz bunu. Prosta bu potensialı özümdə görürəm və düşünürəm ki, bu potensialımdan mən səmərəli istifadə etmək istəyirəm. Səmərəli nə deməkdir yoldaşlar? Səmərəli nə deməkdir? Kim deyər? Faydalı. Bəli, faydalı, produktiv formada, səmərəli formada, yəni bir nəticə görmək istəyirəm də, istəyirəm ki, nəticəni artırım. Mövlam müəllim, varmı bununla bağlı əlavəniz? Müəllim, mən bu mühitdə daha faydalı olacağam. Bax, bilirsiniz, orada sırf bildirməyin, balaca məktəbdən böyük məktəbə getmək istəyirəm. Orada maaş, əmək haqqı çoxdur. Yəni bu mühiti formalaşdırmayın, deyin ki, mən özümü bu mühitdə daha faydalı hesab edirəm və öz potensialımdan daha səmərəli istifadə etmək istəyirəm. Biraz belə rəsmi qaydada bu sözləri deyin. Mövlam müəllim, buyurun. Müəllim, mən məsələyə biraz başqa aspektdən yanaşacağam. İndi burada bu müsahibədə təbii ki bu fikrimi müsahibədə deməyəcəm onsuz da. Ancaq indi bu səmimi ortam öz aramızda deyək də belə deyiriksə, məsələn mən məktəb direktoru işləməmişəm, ya direktor müavini işləməmişəm, düzdür? Yəni mən fən müəllimiyəm, buraxılış müəllimiyəm. Məsələn mən bu gün biz 500 pluslara hazırlaşırıq da, mən məsələn 500 plusu istəməzdim. Yəni öz beynimdə məsələn istəməzdim. Mən əvvəlcə 500 minuslardan başlamaq istəyərdim. Düzdür, bunu orada bəlkə də qeyd eləməliyəm. Ancaq məsələn istəyərdim ki, bu təhsil sistemi yəni biz pillə gedir də, bunun ibtidai məktəbə gedir. Çox gözəl bir fikir Mövlam müəllim. Bunu poложительно, yəni müsbət qəbul edəcəklər. Niyə bilirsiniz? Bunu bir mənalı qarşılayarlar ki, bu qorxur məsuliyyətdən. Yəni məsuliyyətdən qorxmaq yox. Sadəcə bu ibtidai təhsil var, ümumi orta təhsil var, tam orta təhsil var. Yəni bu təhsil pillədir də. Mən də bu pedaqoji təcrübəm var. Yəni məsələn rəqəmsal bacarığıma güvənirəm, xarici dilimə güvənirəm. Ancaq yəni birbaşa 500 plusa getmək bəlkə də mən istəməzdim. İstəyərdim ki 500 minusdan başlayım, müəyyən qədər özümü irəlilədim, daha sonra gedim. Yəni mən səmimi olaraq yenə də deyirəm, bəlkə də orada demərəm ki, sonra başqa cür Mövlam müəllim, kakras da ki demək olar. Niyə bilirsiniz? Deyirsiniz ki, hörmətli komissiya üzvləri, yəni əgər mənə etimad göstərilərsə, cənab nazirin də dediyi kimi, mən ilk öncə balaca bir məktəbdən istəyərdim, addımlayım. Çünki burada bir təkmilləşim, iş prosesidir və s. Yəni bu sahədə, yəni 500 minus məktəblərdə biraz təcrübə toplayım. Daha sonra 500 plus məktəblərə getmək istəyərdim. Yəni bunu müsbət qarşılayarlar. Təbii ki, Mövlam müəllim demək olar. Bəli, müəllim, mən də elə düşünürəm ki, yəni bir var ki, biz bunları oxuyaq, indi səmimi danışırıqsa, mən bunları işləməmişəm deyə oxuyuram, indi sizdən öyrənirəm. Bir də var ki, bunu işləyib, təcrübə eləyib, daha sonra, yəni pillə qalxmağa daha üstünlük verirəm də, yəni sözün qısası. Bəli. Nataman müəllim, siz də sözünüzü deyin, keçək bir maraqlı bir mövzu var, onu danışacaq. Fəaliyyət planı hazırlamasını danışacaq bizimlə. Axşamınız xeyir olsun Zülfiyə xanım. Mən də bir fikir bildirmək istəyərdim. Mən bilirsiniz də şagird sayı 100-ə qədər. Bizdə hal-hazırda məktəbin 78 uşağı var, şagirdi var, məcburi köçkün məktəbidir. Bəli, mən də ilk dəfə bu məktəb mənə təklif olunanda, yəni dedim ki, mən də kiçik məktəbdən başlamaq istəyirəm. Əslində əvvəl çalışdığım məktəb 750 şagirdi olan məktəb idi, amma mən orada sıravi müəllim idim. Yəni nə direktor müavini deyildim,
Və qəbul elədim ki, yəni mən də az kiçik məktəbdən başlamaq istəyərəm. Amma bu çətinlikləri bilmirdim ki, mən yerli uşaq götürə bilməyəcəm, ancaq sırf qaçqın uşaqlarla işləyəcəm. Yəni əvvəldən məktəbim 2020-ci ilə qədər, daha doğrusu 21-ci ilə qədər yerli uşaq götürmə imkanı olub məcburi köçkün məktəblərin. Bəli, Amma bunları 2021-ci ildən Atabən müəllim, bunları orada deməyin ha. bəli. Hı. Onlar deyəcəklər ki, hə bu problemdən qaçır, narahatdır ki, Yox, yəni artıq məktəb ona doğru gedir də, bağlanma bunları mərhələsindədir. deməyin Yəni ha, məktəb bunları deməyin. Məktəb bağlanma bəli. ərəfəsindədir. Mən ona görə gəlmişəm ki, işsiz qalmayım. Yəni bu düzgün olmur. Yaxşı, Atabən müəllimə. Yəni işləmək həqiqətən çətinləşir. Mən nə qədər desəm mən necə deyim, yaxşı işləmək istəyirəm hər cür, amma həqiqətən çətindir. Yəni uşaqlar var ki, biz onlara necə deyim, yol puluna kömək təki uşaq çıxmasın, yəni məktəbi qoruyub saxlaya bilər, məktəb bağlanmasın. Onları Yəni bu demirik. çətinliklərlə rastlaşırıq. Onları demirik. Buna görə Siz həqiqətən çətindir çalışmaq. Çətinlikdən qorxursunuzsa, siz bura niyə gəlmisiniz deyəcəklər. Çətinliklərdən danışmırsınız, müsbət danışırsınız. Belə də, yəni bu iş görəcəm, bunu edəcəm, onu edəcəm deyirsiniz. Çətinlik var, o var, məktəb bağlana bilər və s. bunu edə bilmirəm demirsiniz. Buna görə də o formada danışırsınız ki, onlar üçün xoş olsun. Şəfa müəllim, buyurun siz də deyin keçən mövzuya. Oldu mu Atabən müəllim? Təşəkkür edirəm. Gəlir səsim mən. Bəli, bəli. Bilirəm, sualı yəqin ki, onların qarşısında siyah olacaq. Yaxın şərh. Şəfa müəllim, sizin səsiniz gəlmir. Olar daha sonra sonda deyəsiz fikrinizi. Sizdə internet problemi var. Vaxtımız gedir. Olar müəllim. Sizin internet düzəlsin, sonda sizə söz verəcəm, deyərsiniz. Yaxşı? Всё. O zaman gəlin, biz sizinlə, deməli, bugün bir mövzu var. Bu haqda istəyirəm danışım. Ümumiyyətlə, hörmətli həmkarlar, bir dəqiqə mən ekran paylaşımını edim. Sizə müəyyən məsələlər var ki, onları təqdim etmək istəyirəm. Bayaq dediyim tədris ilin təşkili barədə bir dəqiqə ekran kaydını da edim. Bayaq ümumi video qeyd gedirdi. Ekranı görürük, yoldaşlar. Ümumiyyətlə, gəlin belə bir dənə danışım sizlə. Belə ümumi sizi görüb danışanda mənim üçün daha asan olur. Niyə? Çünki özümü demişəm də belə tək hiss etmirəm də. Elə bilirəm ki, canlı sizlənəm. Yəni, hər tədris ili üçün, necə ki, tədris planı hazırlanır. Mən sizə tədris planı ilə bağlı da F522 idi də bizim tədris planının əmri. Deməli, 21 avqust. Bəli. Deməli, eynən bu qaydada tədris ilin təşkili barədə cənab nazir tərəfindən hər tədris ili üçün əmr hazırlanır. Əmr verilir də, belə deyək və həmin əmr göndərilir bizlərə, məktəblərə. Bu əmrdə bu il üçün olan F563 12 sentyabr 2025-ci il tarixli belə bir əmrdir. Tədris ilin təşkili barədə. Sizə sual verilə bilər ki, bu tədris ili üçün prioritet istiqamətlər hansılardır? Prioritet istiqamətlər deyiliklə nə nəzərdə tutulur? Yəni, bu tədris ili üçün qarşıda duran vəzifələr, öncül, vacib, birinci məsələlər bu ildə 2025-26-cı tədris ilində hansı işlər görülməlidir? Prioritet istiqamətlər, yəni hədəflər, görüləcək işlər bunlardır. Ümumiyyətlə, bu F563-ü təqdim etməmişdən öncə də sizə bir məsələni qeyd edim. Onu da göndərəcəm sizə. Ümumiyyətlə, məktəbin fəaliyyət planı ki, hazırlanır. Bu fəaliyyət planı biz görürük ki, sentyabr ayı olanda artıq mən özüm qruplarımda görürəm ki, 6-7 qrupumuz var, kifayət qədər qruplarımız var. Bilirsiniz, kütlə çoxdur orada. Həmin qruplarda müəllimlər fəaliyyət planı axtarırlar. Biri digərindən xahiş edir, göndərilir, amma mən göndərmirəm. Yəqin ki, buna diqqət yetirmişsiniz. Niyə? Çünki həmin fəaliyyət planı üzərində 5 nömrəli məktəbi 3 nömrəli məktəbə dəyişirlər və özləri üçün fəaliyyət planı hazırlandığını düşünürlər. Amma o düzgün olmur axı. Misal üçün, bəzi məktəblər var, müəyyən edilmiş məktəblər ki, orada STEM dərsləri keçirilir, orada şahmatın tədrisinə ayrılmış fakultativ dərsdən kənar məşğələ var. Bizdə yoxdur. Ümumorta məktəbdir, orada gənclərin çalışa qədər hazırlıq rəhbəri yoxdur, amma tam orta məktəbdə var. Baxırsan ki, bir-birindən köçürürlər və düzgün formatda köçürülmür iş. Özləri bilmirlər ki, bu
fəaliyyət planı axı bizə uyğun deyil. Ona görə bu fəaliyyət planı birindən digərinə deyək ki, kopyalaması bu düzgün bir hal deyil. Fəaliyyət planı hazırlanması üçün ilk öncə biz əsas götürürük bu dediyimiz F563 ki var bu tədris ili üçün 12 sentyabr 2025 F563 tədris ilinin təşkili barədə cənab nazirin əmri. Bir dənə də var F419, onu da təqdim edəcəm. O F419 o deməli ümumilikdə nazirlik üçün verilən əmrdir ki, yerlərdə filan işlər görülsün deyə. Amma bizim üçün məktəblər üçün F563. Biz fəaliyyət planı hazırlayarkən necə hazırlayırıq? Bu haqda danışaq. Biz sizinlə pedaqoji şura haqqında əsasnaməni danışacağıq. 2010-1486 onu ayrıca bir dərsimiz olacaq. Orada biz həm protokolun yazılma qaydası və s. digər məsələlər danışacağıq. Amma bugün mən sizə bu fəaliyyət planıyla bağlı məlumat verim. Bax, fəaliyyət planı, ümumi məktəbin bir dənə fəaliyyət planı olur. Bəzən düşünürlər ki, müavinin fəaliyyət planını, direktorun və yaxud təşkilatçının məktəbin ümumi bir vahid fəaliyyət planı olur. Həmin fəaliyyət planında qeyd olunan məsələlərə uyğun olaraq orada məsul şəxslər var. İndi sizə təqdim edəcəm. Məsul şəxslər, yəni direktor, müavin, təşkilatçı, deyək ki, Uşaq Birliyi Təşkilatının rəhbəri, gənclərin çalışa qədər hazırlıq rəhbəri, metod birləşmə rəhbərləri və s. Hər kəs özünə iş planı hazırlayır. Yəni, direktorun fəaliyyət planı olmur. Direktor həmin fəaliyyət planına uyğun öz iş planını hazırlayır. Gəlin, mən sizə bu tədris ilinin təşkili barədə əmri təqdim edim, yoldaşlar. Baxın, görün, düz açmışam bunu. Tədris ilinin təşkili barədə görürük ekranı. Əla. Yəni, bu əmri yadda saxlayın. Burada nələr var? Ümumiyyətlə, bu il 2025-26-cı tədris ili ilk dərslər yadınızdadırsa, konstitusiya və suverenlik ili mövzusuna həsr olunmuşdu. Bax, bu məsələlər var burada. Rəqəmsal savadlılıq üzrə belə deyək, yüksək nəticə göstərən şagirdlərin payının artırılması, aşağı nəticə göstərilən nəticənin azaldılması, sonra oxu savadlılığı, rəqəmsal savadlılıq, valideynlərin məmnunluq hissinin artırılması. Bax, belə bir məsələlər var. Bunları bilməlisiniz. Bax, bunları soruşurlar. Bax, F419-u görürsünüz. F419 2025 və bunun tarixi burada baxın deyir ki, bu F419 ümumilikdə bunu rəhbər tutaraq əmr edirəm deyir, yoldaşlar. Yəni, bizim bunun, həmin bu əmrin nömrəsi bu QR kodla əgər daxil olsaz və təhlükəsizlik kodu var. 02BB2F. Bunu daxil etsəz təhlükəsizlik kodu kimi sizə orada çıxacaq bu əmrin nömrəsi. Bu əmrin nömrəsi F563. Niyə bunu açıqlama ilə deyirəm? Mənə kimsə göndərir müəllimlərdən, deyir ki, müəllimə, bunun nömrəsi budur axı. Bu o deyil. Bunun nömrəsi budur. 12 sentyabr F563 2025. Bunu QR kodla baxırıq. Amma burada F419-u deyir, rəhbər tutaraq əmr edirəm. Deməli, nələr burada əmr olunur? Nələr qeyd olunub burada bizim üçün? Deyir ki, 2-11-ci siniflərdə ilk dərs konstitusiya və suverenlik ili mövzusuna həsr olunur. Yəni, sizə soruşa bilərlər, sizə belə bir sual verilə bilər ki, bu ilki tədris ilin hədəfləri, prioritet istiqamətləri kimi deyə bilərlər və yaxud bu tədris ili üçün tədrisin təşkili barədə əmr, yəni müxtəlif formada bu sual verilə bilər. Bunu yadda saxlayın ki, bununla bağlıdır. Burada məsələ nədir? Deyir ki, 2025-26-cı tədris ili üçün ümumi təhsil pilləsi üzrə aşağıdakı hədəflər təsdiq edilsin. Oxu savadlılığı üzrə. Baxın, oxu savadlılığı üzrə. 4-6 monitorinqlərdə qısaca deyim də, 9-11 buraxılışda şagirdlərin, yəni aşağı nəticə göstərilən şagirdlərin payının azalmaya, yüksək nəticə göstərən şagirdlərin payının artırılma, yəni artım olmalıdır. Aşağı nəticə azalmalıdır, yüksək nəticə artım olmalıdır. Bax, Azərbaycan dili fənnindən deyir burada. Oxu savadlılığı, sonra riyazi savadlılıqdan. Yenə 4-6-da, həmçinin 9-11-də aşağı nəticə göstərən şagirdlərin payında azalmaya, yüksək nəticə göstərən şagirdlərin payında artma olmalıdır. Gəldik rəqəmsal. Bunları bir-bir yadda saxlayın da. Oxu savadlılıq, sonra riyazi savadlılıq, sonra rəqəmsal savadlılıq var burada. Daha doğrusu budur. Rəqəmsal savadlılıq var. Sonra burada var valideynlərin
qeyd etmişəm onu. Valideynlərin ümumi təhsil müəssisəsindən məmnunluq göstəricinə artıma nail olması. Yəni valideynləri məmnun etmək lazımdır. Deyək ki, valideynlər də məmnun olmurlar heç vaxt, biz bilirik. Yəni burada da artım olmalıdır valideynlərin məmnunluq hissində. Fiziki inkişaf üzrə normativlərə cavab verən şagirdlərin payında artma, təkrar inspeksiyadan keçmiş ümumi təhsil müəssisələrinin müvafiq göstəricilərinin yaxşılaşdırılması. Bu məsələlərdir burada. Baxın, bura qədər 2-7-yə qədərdir. Bunları oxuyun. 7 dənə hədəf var burada. Heç olmasa 5-6-sını yadda saxlayıb orada desəz kifayətdir. Bəli, buyurun. Bu 2.5-i bir dənə açıqlaya bilərsiniz, zəhmət olmasa. Bilərəm. Təkrar inspeksiyadan keçmiş ümumi təhsil müəssisələrinin müvafiq göstəricilərin yaxşılaşdırılması. İnspeksiya, yəni yoxlama da, tektadan yoxlama gəlir məktəbə. Bax, yoxlama gəlir. Həmin yoxlama gəldi, nəticə aşağıdırsa, təkrar inspeksiyadan keçəndə yaxşılaşdırılmasına. Buyurun, Natavan müəllimə, nəsə deyirdiniz? Bununla bağlı sizdə keçirilib bu inspeksiya. Sualı kim təqdim? Xeyr, bilmədim. Zülfiyə müəllim, mən heç nə bildirmədim, yox. Elə bildim, siz bununla bağlı nəsə demək istəyirsiniz. Sonra inspeksiya dedikdə bunlar yoxlamanı burada nəzərdə tutur. Belə yoldaşlar, bunları qeyd etdik. Mən sizə indi fəaliyyət planı qeyd etmək istəyirəm. Yoldaşlar, ümumiyyətlə bizim dərsimiz 1 saat olur da, bilirsiniz. Sadəcə burada müsahibə, yəni daha doğrusu situasiya dərslərini biraz mən çalışıram 1 saatdan biraz artıq arada keçirəm. Bir 15 dəqiqə əlavə keçəcək, o planları əlavə edəcəm, sizə izah edəcəm. Şəfa müəllim, nəsə demək istəyirsiniz? Sözünüz yoxdursa əl işarəsini aşağı salın hələlik. Zəminə müəllimə, buyurun. Zülfiyə xanım, siz dediniz ki, hər bir məktəbin bir ümumi vahid fəaliyyət planı olur. Orada sözünüzü bitirmədiniz, bir dənə bilmək istəyirəm, düzgün başa düşdüm, yoxsa yox. Deməli, direktor da, müavinlər də, sonra psixoloqdur, məktəbdə metod birləşmə rəhbərləridir. Bunlar da həmin fəaliyyət planı əsasında öz iş planlarını hazırlayırlar. Düzgün başa düşdüm. İndi onları mən sizə danışacağam. Baxın, müəllimə, bu dəqiqə danışacağam. Birinci mən sizə bu göndərim bunları, yoldaşlar, bir dəqiqə tədris ilinlə bağlı. İkisini də bir yerdə göndərim, bir dəqiqə. Konstitusiya, ilk dərs tövsiyələr. Bu ikisi kifayətdir sizə. Podelitsa. Bir dəqiqə mən bunu deyim. Fəaliyyət planı indi zaten sizə təqdim edəcəm. Çünki bu sizin üçün çox vacibdir. Mən sizə yoldaşlar, bizim məktəbin fəaliyyət planını göndərəcəm. Amma xahiş edəcəm, ümumiyyətlə mən dərs başlayanda da xahiş etmişdim sizdən. Mən sizə göndərdiyim YouTube videolar, materiallar, digər şəxslərlə paylaşmayın, zəhmət olmasa, yaxşımı? Bu fəaliyyət planını da göndərmək istəyirəm sizə. Niyə? Çünki ona baxıb siz onu daha yaxşı mənimsəyə biləcəksiniz, necə hazırlamaq lazımdır, daha yaxşı yadda qalacaq, ona görə göndərirəm ki, sizin nəticəniz olsun da, onu istəyirəm. Ona görə də sizdə xahiş edəcəm. Bax, fəaliyyət planı nümunə var məndə, bir də var bizim məktəbin. Bax, nümunəni göndərəcəm sizə, bir də bizim məktəbin belə ümumilikdə sizə təqdim edir. Ümumiyyətlə, fəaliyyət planının hazırlanması necə hazırlanır? Əslində, fəaliyyət planının hazırlanması üçün əvvəllər, yəni illər öncə belə idi ki, yuxarı təhsil dayatma orqanı, yəni təhsil şöbə olan dövrdə belə idi ki, təhsil şöbə tərəfindən onların fəaliyyət planı göndərilirdi. Üzr istəyirəm. Onların deməli fəaliyyət planı göndərilirdi təhsil şöbənin, əvvəllər belə idi. O fəaliyyət planına uyğun olaraq da biz öz məktəbimiz üçün fəaliyyət planı hazırlayırdıq. Amma indi son illərdir ki, göndərilmir fəaliyyət planı. Biz bu fəaliyyət planı necə hazırlayırıq? Dediyimiz kimi, bax, hər tədris ili üçün Cənab Nazirin əmri ilə bizə göndərilir tədris ili üçün prioritet istiqamətlərlə bağlı əmr. Həmin əmr təbii ki, bu fəaliyyət planı hazırlanması üçün əsas götürülür və fəaliyyət planı necə hazırlanır? Ümumiyyətlə, baxın, mən burada qeyd etmişəm. Bir dəqiqə sona gəlim. Əslində, dediyim kimi,
o fəaliyyət planına uyğun hazırlamalıyıq. Amma fəaliyyət planının tərtib olunması üçün biz illərdir ki, bu formada tərtib edirik. Yəni məktəbin direktoru, tədris təlim tərbiyə işləri üzrə direktor müavini, təşkilatçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, orada təsərrüfat müdürünü də əlavə etmək olar. Niyə orada? Çünki təsərrüfat müdürünə aid məsələlər də var. Qabaqcıl pedaqoji təcrübəyə malik olan müəllimlərdən də bura əlavə edə bilərik. Yəni ümumilikdə bir yerdə deyək ki, oturduq, məktəbin prioritet istiqamətləri nələrdirsə bu tədris ili üçün onu fəaliyyət planına daxil edirik. Onu daxil edirik, müzakirə edirik və pedaqoji şurada bu fəaliyyət planı proyektorla bütün pedaqoji kollektivə biz təqdim etməliyik. Hər kəs üçün oxumalıyıq. Mən necə edirəm? Birinci pedaqoji şura iclasında çox məsələlər olur ki, misal üçün hər tədris ili üçün bir nömrəli pedaqoji şurada 13, 14, 15 məsələ olur bəzən ki, biz o məsələləri saatlarla müzakirə edib yekunlaşdıra bilmirik. Ona görə fəaliyyət planıdır, iş planıdır, pedaqoji şuranın iş planıdır, ondan sonra məktəbin tədbirlər planıdır. Mən bunları ümumi qrupa göndərirəm və ondan sonra da artıq hər kəs tanış olur və təbii ki, bu fəaliyyət planı təsdiq olunması ilə bağlı pedaqoji şurada məsələni müzakirə edirik və qərar qəbul edirik. Yəni dediyim odur ki, fəaliyyət planı pedaqoji şurada müzakirə olunmalıdır. Bənd-bənd oxunmalıdır, hər kəs də razılaşmalıdır və ümumi adi səs çoxluğu ilə biz qərar qəbul edib bunu təsdiq etməliyik. Dediyim kimi, məsul şəxsləri burada bildiniz kimlərdir? Fəaliyyət planı hazırlamaq üçün və fəaliyyət planı başlığında bu olmalıdır. Baxın, təsdiq edirəm. Zaqatala rayonu, indi bizim məktəbin adını qeyd etmişəm. Tam orta ümumi təhsil məktəbinin direktoru Əlixanova Zülfiyə Abdüləziz qızı pedaqoji şuranın fəaliyyət planı bir nömrəli pedaqoji şuranın iclası ki keçirilir. Bir nömrəli. Bizdə baxın 12 sentyabr 2025 bir nömrəli pedaqoji şuranın qərarına əsasən təsdiq olunmuşdur, edilmişdir də yazıla bilər. 12 sentyabr 2025-ci il. İndi sonra aşağıdan qeyd edirik. Məktəbin fəaliyyət planı, məktəb üçün, tədris ili üçün fəaliyyət planı. İndi burada nələr var yoldaşlar? Bax, birinci məsələ görürsünüz, burada oranjıvi rənglə qeyd olunub. Oranjıvi rəng apelsinovый yox, narıncı rəngdən qeyd olunub. Baxın, burada yazılıb ki, tədris pedaqoji işin təşkili. Sırf tədris pedaqoji işlə bağlı burada məsələ var. Fəaliyyətin adı, fəaliyyətin icrasına cavabdeh şəxs, icrasına cəlb olunan şəxslər kimlərdir? İcra müddəti, hesabatın verilmə tarixi qeyd. Ümumiyyətlə, biz bilirik ki, təhsil müəssisəsi aşkarlıq, şəffaflıq, demokratiklik prinsipi əsasında idarə olunur. Yəni, bütün məktəblər, müəssisələr, məktəbə qədərdən ali təhsilə qədər hər biri aşkarlıq, şəffaflıq, demokratiklik prinsipi əsasında idarə olunur. Bu haqda danışacaq. Plus, əlavə olaraq bir də ümumi təhsil müəssisəsi, bizim çalışdığımız məktəblərdə ümumi təhsil müəssisələri. Hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, inkişafın monitoringi prinsipi əsasında ümumi təhsil müəssisəsi idarə olunur. Bu üç prinsipi yadda saxlayın. Bunları yenə deyəcəm mən. Burada indi bunu niyə deyirəm? Bax, məsuliyyətin bölüşdürülməsi nə deməkdir? Bax, bu fəaliyyət planı biz nə üçün hazırlayırıq? Məqsəd nədir? Məqsəd odur ki, biz burada məsuliyyət bölüşdürürük. Görürsünüz, direktor var burada, məsul şəxs, icrasına cavabdeh şəxs. Direktor var, tədris təlim tərbiyə işləri üzrə direktor müavini var. Burada təşkilatçı var, burada aşağıda çox uzundur bu. Orada təsərrüfat müdürü var. Yəni biz burada məsuliyyəti bölüşdürdük. Kim hansı işi görəcək? Sonra hesabatlılıq müəyyən olunur. Kim hansı işi gördüysə bununla bağlı hesabat təqdim edir və sonda inkişafın monitoringi həyata keçirilir. Yəni burada baxırıq ki, irəliləmə var, geriləmə var, hansı işlər necə görülüb, harda çatışmazlıq var, harda problemlər var, onları aşkar edirik və ona uyğun tədbirlərimizi görürük. Perspektivlər, yəni inkişaf perspektivlərini buna uyğun biz müəyyən edirik. Deməli, baxın, tədris pedaqoji işin təşkili bu bizim birinci məsələ budur fəaliyyət planında. Nələr var? Bayaq dediyimiz bu bizim hədəflər tədris ili üçün prioritet istiqamətlər F563. Bax, birinci məsələ nədir? Bax, birinci pedaqoji şura keçirirəmsə, mən mütləq pedaqoji heyətə F563 cənab nazirin əmrini mən təqdim etməliyəm. Bax, deməliyəm ki, müəllimlər, bu tədris ili üçün
Cənab nazirin əmri ilə prioritet istiqamətlər tədris ilinin başlanması barədə əmr verilmişdir və bunu mən pedaqoji kollektivə çatdırıram. Bax, fəaliyyət planında görürsünüz, burada məsələ qoyulub. Hansı gün fəaliyyətin təşkili 12-15 sentyabr aralığında, hesabatın verilmə tarixi 20 iyun 2026. Gəldik digər məsələ. Yenə də Konstitusiya və suverenlik ili mövzusuna ilk dərslərin 2-11-ci siniflərdə həsr olunması. Bunu bayaq danışdıq biz, F563-də gördük. Burada tədris, təlim, tərbiyə işləri üzrə direktor müavinləri, sonra burada fəaliyyətin icrasına cəlb olunan şəxslər var. Kimlərdir? Fən müəllimləri. 15 sentyabr günü, deməli, ilk dərslər Konstitusiya və suverenlik ili mövzusuna həsr olunmalıdır. Sonra gəldik dərs bölgüsünə aparılması. Sonra digər məsələlər var burada. Tədris ili üçün ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aradan qaldırılması və s. Yəni, burada məsələlər çoxdur. Baxarsınız bunlara. Əsas nəyi qeyd etmək istəyirəm? Azərbaycan dili dövlət dili kimi tədrisi, ibtidai təhsil səviyyəsində tədris dili, riyaziyyat fənlərinin tədrisindən nəzarətin gücləndirilməsi. Bu məsələni mən hər il üçün qeyd edirəm. Niyə? Çünki tədris dilini dövlət dili kimi hər kəs, hər bir şagird mükəmməl bilməlidir. Buna mən xüsusi diqqət yetirirəm. Və gəldik digər məsələyə. Baxın, bayaq mən təqdim etdim sizə oxu savadlılığı üzrə. Orada qeyd olmuşdu ki, Azərbaycan dili fənnindən 4-6, burada 9-11 aşağı nəticə göstərən şagirdlərin payının azalması, yüksək nəticə göstərənlərin payının artırılması, payın azalma, artma məsələsi var burada. Son vaxtlar bizdən hesabatları da bu formada tələb edirlər. Məsəl üçün, monitorinqlər keçirirlər, region özü keçirir monitorinqi və bizə hesabat göndərir. Hesabat yox, bununla bağlı müəyyən tapşırıqlar verilib. Yəqin ki, bir çox məktəblərdə bu məsələ var. İstəyirəm həmin məsələni sizə istəyirsə maraq üçün göndərim. Orada qeyd olunub ki, aşağı nəticə göstərən şagirdlər onların valideynlərinin razılığı ilə oxu savadlığı üzrə müəyyən bir kitabların oxuması üçün nəyisə tətil dövründə məktəbə cəlb olunması. Sizə belə bir tapşırıq verilibmi, yoldaşlar? Bax, bu F563-ün icrası ilə əlaqədar olan məsələdir bu. İstəyirsə bir dəqiqə göndərim. Bəli, verilib. Sizə verilib Firuzə müəllimə. Bəli, bəli. Firuzə müəllimə direktor olduğu üçün məni sırası başa düşür ki, nə demək istəyirəm. Nə gözəl. Aha, həmin o məsələni mən göndərim dediyim. Bax, bu dəqiqə biz deyirik ya, azalma, artma, payının azalması, artması. Bax, bu məsələni mən istəyirəm sizə göndərim, bizə verilən tapşırıq. Bir dəqiqə qrupa baxın, zəhmət olmasa. İntensiv qayda qrupuna göndərirəm. Bax, elə burada deyir. Deyir ki, salam hörmətli məktəb rəhbərləri, fəaliyyət planını istiqamət ili, tədris dili, riyaziyyat fənlərindən 4-6, 9-cu siniflər, aşağı nəticə göstərən payında 10% azalma var deyir. Görürsünüz? Bax, bu məsələ ilə bağlıdır bu. Yüksək nəticə göstərənlərin payında 5% artım var. Bəndinin 2-6 yarım bəndinə uyğun olaraq il ərzində 3 dəfə şagirdlər üçün oxu kitablarının payız, qış, yaz məktəblərinin təşkilinin təmin edilməsi nəzərdə tutulur. Belə ki, tapşırılır sizə 4-6-9-cu siniflər üzrə nəticələri çox zəif olan şagirdlərin cəlb edilməsi, gün ərzində 2 saat müddətində tədris dili, riyaziyyat fənləri üzrə məşğələlərin təşkil olunması və təbii ki, valideynlərin razılığı bunun üçün mütləqdir. Oxu klubları, yəni bədii ədəbiyyat siyahısındakı əsərlər və s. bunları deyir, təşkil edin. Bax, bu dediyim F563, yəni mən bunu sizə niyə göndərdim? Bu çox vacib məsələdir ki, bunu mütləq soruşacaqlar müsahibədə. Buna çox diqqət yetirin. Yaxşı? Bu belə. Sonra burada eyni məsələlərdir. Həmin o F563-də baxarsınız, dediyim riyazi savadlıq üzrə buraxılış imtahanlarında nəticənin artırılması. Sonra gəldik, burada qeyd etmişəm, olimpiyadadır. Digər məsələlər də qeyd etmişəm. Burada valideynlərin, bunları ayrıca burada da yazmışam mən bir də. Oxu savadlığı, riyazi. Baxarsınız, onları 2 dəfə qeyd etmişəm, biraz fərqli formatda. Rəqəmsal savadlıq, ümumi monitorinqlər üzrə, fiziki inkişaf üzrə, valideynlərin məmnunluğu üzrə. Bu 7 məsələ var idi. Bir də inspeksiya məsələsi, onu bura qeyd etməmişim. 7 məsələ vardı. Onları yadda saxlayın. Deməli, bunları bildik. Fəaliyyət planı hazırladıq. Mən bunu sizə göndərəcəm, baxarsınız. İstəyirsinizsə elə öz fəaliyyət planımı göndərəcəm. Niyə? Çünki orada o nümunədə F563 qeyd olunmayıb. Amma yenə də xahiş edəcəm. Baxın, bunları
Mən qruplarda görməyim. Yaxşı, göndərməyərsiniz qruplara. Sonra gəldik ikinci məsələ. Psixoloji xidmətin təşkili. Burada da təşkilatçıdır. Ondan sonra təşkilatçıya tabe olan psixoloqdur, icraya məsul şəxs, məktəbdə psixoloji işin təşkili, risk qrupuna daxil olan. Bax, mən bir çox fəaliyyət planlara baxıram. Bəzən də hər hansısa bir məktəblər mənə göndərirlər. Bax, bu iki məsələ çox vacib məsələdir. Risk qrupuna daxil olan şagirdlər, bir də çətin tərbiyə olunan şagirdlər. Bax, təşkilatçının ayrıca bir jurnalı olmalıdır ki, sırf risk qrupuna daxil olan şagirdlərlə hansı işi görübsə, nə iş görübsə, orada onu qeyd etməlidir. Mən bunu etmişəm, onu etmişəm, yox. Qeydlər olmalıdır, jurnal olmalıdır. Risk qrupuna daxil olan, çətin tərbiyə olunan uşaqlarla işin təşkili. Görürsünüz, bu psixoloji xidmətin təşkili ilə bağlıdır. Psixoprofilaktika və maarifləndirici işlərin təşkili. Sonra psixokonsultasiya işinin təşkili. Bu indi psixoloqlara aid olan məsələlərdir. Gəldik üçüncü məsələ. Bax, üçüncü bənddə qeyd olunub ki, valideynlərlə işin təşkili. Elə bu valideynlərlə işin təşkili orada 6-cı bənd var idi ki, valideynlərin məmnunluq hissinin artırılması. Onu da burada qeyd etmək olardı. Yenə də risk qrupuna daxil olan şagirdlər varsa, təbii ki, onların valideynlərlə də iş təşkili olmalıdır. Niyə? Əgər şagird risk qrupuna daxil olursa, deməli orada ailədə ümumi müəyyən bir problemlər olmalıdır. Ola bilər valideynlərin özlərindən də bu haqda biz ayrıca danışacağıq. Bunu bura qarışdırıb fikrinizi çox qarışdırmayın. Yəni valideynlər də mütləq bura daxil edilməlidir. Sonra gəldik kadr məsələləri ilə bağlı işin təşkili. Bax, burada nələr var? Etik davranış qaydalarının pedaqoji kollektivə çatdırılması. Hər tədris ili üçün mən bunu bir nömrəli pedaqoji şurada müzakirə edirəm. Sonra gəldik maliyyə təsərrüfat işin təşkili. Gördünüz nə qədər məsələ var burada. Hesabatlılıq və sənədləşmə işin təşkili. Əmək intizamına münasibətlərin tənzimlənməsi zamanı əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil olmaqla prosesin həyata keçirilməsi, UTIS proqramının düzgün aparılması, bunlardır. İctimaiyyətlə əlaqələrin qurulması ilə bağlı işin təşkili və s. Baxın, sonda hər kəs imzaladı. Məktəbin möhrü ilə yuxarıda məktəbin direktoru təsdiq edir, imzalayır və təsdiq edirəm yazılan yerdə də möhür vurur. Bu oldu ümumi məktəbin fəaliyyət planı. Sıxraniyat. Gəldik digər məsələ. Baxın, ilk pedaqoji şura iclasında bir nömrəli pedaqoji şura iclası haqqında biz sizinlə danışacağıq. Ayrıca dərsimiz olacaq. Yəni, bir nömrəli pedaqoji şura iclası çox vacibdir. Niyə? Çünki hər hansısa bir yoxlama gəldiyi zaman mütləq bir nömrəli pedaqoji şura iclasına baxır. Niyə? Bir nömrəli pedaqoji şura iclası A-dan Z-yə qədər həmin tədris ilinin təşkili deməkdir. Elə bir ki, həmin tədris ili üçün bir fundament qoyulur. Bu tədris ilində mən hansı işləri görəcəm? Bu məktəbin hansı işləri var, nələr, hansı proses həyata keçirilir? Bu hamısı bir nömrəli pedaqoji şuranı əhatə etməlidir. Ona görə də bu çox vacib bir məsələdir. Və yadda saxlayın, bir nömrəli pedaqoji şura iclasında 1. Ümumi məktəbin fəaliyyət planı, 2. Məktəbin tədbirlər planı, həmin fəaliyyət planının yanında tərkibində deyirik də, məktəbin, deməli, pedaqoji şuranın iş planı təsdiq olmalıdır. 3 dənə plan, fəaliyyət planı tərkibində, pedaqoji şuranın iş planı niyə tərkibindədir, onu da deyəcəm indi. Pedaqoji şuranın iş planı, bir də məktəbin tədbirlər planı, ümumi məktəbin. Bax, məktəbin bir dənə tədbirlər planı olur, o tədbirlər plana uyğun olaraq təşkilatçı özünə uyğun tədbirləri seçir, yazır özü üçün. Hardakı təşkilatçı sözü yazılıb. Bayaq, misal üçün, fəaliyyət planında mən bunu qeyd etməyi unutdum. Bayaq, müəllimənin sualı var idi. Bax, tutaq ki, direktor. Bax, mən özüm üçün, direktor olaraq, özüm üçün bir iş planı hazırlayıram. Mən buradan seçirəm direktor yazılan yerləri. Bax, bu mənə aiddir. Bu tədris işləri üzrə direktor müavinə aiddir və direktora aid olan dərs bölgü komissiya. Metod birləşmə iclasları təşkil olması, bu iclası təşkil edən tədris müavindir də. Ona görə o özünə uyğun bu hissəni seçir. Gəldik, misal üçün, riyaziyyat fənnindən deyək ki, şagirdlərin nəticə göstərən şagirdlərin payının artırılması. Fən müəllimləri, valideynlər, direktor yenə müavinə də aiddir. Müavin də özünə bunu əlavə qeyd edə bilər. Yəni, buradakı məsələlər olmalıdır. Bir də əlavə öz fikirlərimi, öz əlavə qeydlərim varsa, onları da mən qeyd edə bilərəm. Yəni, hər kəs özünə uyğun olan məsələlər buradan seçir. Bax, təşkilatçı. Deyək ki, təhsil alanların dərslərə müntəzəm davamiyyəti. Davamiyyət təşkilatçıya aiddir də. Ona görə bu bəndi təşkilatçı özü üçün
Sonra saxlanət eləyərəm, az qala körlürdüm. Hə, deməli təşkilatçı özünə uyğun hissəni oradan götürür, qeyd edir, özü üçün iş planı hazırlayır. Yəqin ki, izah edə bildim. Hər kəsə aydın oldu mu? Nə demək istəyirəm? Sualınız varmı? Qaranlıq qalan nəsə oldusa deyin. Yoxdursa sualınız, mən o zaman davam edim. Buyurun Turanə müəllimə çalışın qısa deyim, siz biraz geniş danışırsınız. Mən istəyirəm yekun. Müəllimə bu direktor müavini təlim tərbiyə işləri üzrə onun fəaliyyət planı onda fərqlidir. da. İndi mən direktorluğa vermədiyim üçün ona görə deyirəm. Turanə müəllimə, baxın bayaq dediyim kimi fəaliyyət planı var, hazır. Oradan tədris müavin özünə uyğun olanları seçir, özünə iş planı hazırlayır. Fəaliyyət planı olmur. Onun adı olur iş planı. Bax mənim misal üçün fərq yoxdur, müavin olsun, direktor olsun. Bax İş planı 2025-26 Zülfiyə Əlixanova. Bu mənim iş planımdır. Direktorun iş planıdır. İzah edə bildimmi? Bəli müəllimə, amma məndə iş planı ayrıdır, fəaliyyət planı ayrı. Yox. Bax burada nə yazmışam baxın. Zaqatala rayon Suvagil kənd 2 nömrəli tam orta təhsil məktəbinin direktoru Əlixanova Zülfiyə Abdülaziz 12 sentyabr 1 nömrəli pedaqoq şuranın qərarı ilə təsdiq olunmuş fəaliyyət planına əsasən hazırlanmışdır. Cümlə aydın oldu mu? Turanə müəllimə. Bəli müəllimə, bəli. Amma məndə fəaliyyət planı ayrıdır da, iş planı ayrı, fəaliyyət Sən planı. deyən kimi edirsən, bizdən sonra olar mı? Baş üstə baş. Başınız var olsun. Aha. Deməli, fəaliyyət planı əsasən hər kəs özü üçün, hər kəs deməyək də, yəni məsul şəxslər burada direktordur, müavindir, təşkilatçıdır, UBTR-dir, ondan sonra kitabxanaçıdır, yəni kimə aid nə varsa o özləri üçün iş planı hazırlayırlar. Bunları bildik. Fəaliyyət planı dedik. Gəldik pedaqoq şuranın iş planına. Pedaqoq şuranın iş planı. Dedik ki, məktəbin ümumi fəaliyyət planı olur. Tərkibində ya da yanında deyirik. Tərkibində də pedaqoji şuranın iş planı hazırlanır. İllik. İndi biz sizinlə pedaqoji şura haqqında əsasnaməni danışacağıq. Amma hələ ki burada müəyyən qeydləri deyim, tam onları digər məsələlər orada danışacağam sizə. Ümumiyyətlə pedaqoji şuranın neçə iclas keçirilməlidir? Neçə pedaqoji şura iclası il ərzində keçirilməlidir? Buna hər hansısa bir say məhdudiyyəti yoxdur. Yəni nə minimumu yoxdur, nə maksimumu yoxdur. Minimumu, maksimumu biz nəyə əsasən müəyyən edirik? Bizim dedik ki, məktəbin ümumi fəaliyyət planı var. Necə onu hazırlayırıq, danışdıq. Necə təsdiq edirik, dedik. Bunları danışırıq. Həmin o fəaliyyət planında qeyd olunmuş məsələlərə uyğun olaraq bu fəaliyyət planındakı məsələləri biz necə icra edirik? Dedik ki, burada məsuliyyət bölüşdürüldü, hesabatlıq müəyyən olmalıdır. Deməli, hesabatlıq harda müəyyən olunur? Pedaqoji şura iclasında, düzdür? Fəaliyyət istiqamətləri müəyyən olundu. Kim nə iş görəcək? Məsul şəxslər, cavabdeh şəxslər müəyyən edildi və həmin bu cavabdeh şəxslər pedaqoji şura iclasında gördüyü işlərlə bağlı hesabat verəcəklər və bu məsələləri biz keçirilən pedaqoji şurada müzakirə edəcəyik. Deməli, fəaliyyət planında qeyd olunmuş məsələlər ki var idi, o məsələləri biz pedaqoji şurada deyək ki, bölgü aparırıq. Birinci iclasda o fəaliyyət planında qeyd olunmuş məsələlərdən hansılarını bura daxil edəcək, hansı məsələləri daxil edirik, yazırıq. İkinci iclas üçün hansı məsələləri müzakirə edəcək, bu bir idi. 2 nömrəli də psixoloji xidmətin təşkili var idi, gördünüz bayaq fəaliyyət planında. Qış mövsümünə hazırlıqla bağlı, deyək ki, işin təşkili, hansı işləri görməliyik, təhlükəsizlik və s. Korrupsiya qarşı mübarizə üzrə deyək ki, işin təşkili, bunu biz hər il qeyd edirik. Riyaziyyat fənninin tədrisi, ana dili və s. Yəni orada olan məsələləri, hansı ki o belə deyək də konstitusiya və suverenlik ili mövzusuna həsr olunması məsələsini dedik. Hansı o payın azalması, artması, onları biz bölgü ilə il boyu da həyata keçirə bilərik. Orada əgər il boyu qeyd olunubsa, pedaqoji şuranın müxtəlif iclaslarına da onları qeyd edə bilərik. Yəni misal üçün bizdə bu tədris ili üçün 6 pedaqoji şura iclası səhv etmirəmsə, burada nəzərdə tutmuşuq. Amma ola bilər ki, bunlar bizim iş planında təsdiq olunmuş 6 iclasdır. Ola bilər, misal üçün sizin çalışdığınız müəssisənin 5 iclası və yaxud 7 iclası olsun. Fəaliyyət planına uyğun olaraq bölürsünüz də ki, neçə dənəsini keçirəcək. Ola bilər ki, növbədən kənar pedaqoji şura keçirsin.
Onu biz növbədən kənar kimi qeyd edirik. Yəni normada 6 pedaqoji şura iclası nəzərdə tutmuşduq. Amma elə oldu ki, ekstrada bizə hər hansısa bir əmr göndərildi nazirlikdən, müttadan. Dedilər ki, bunu pedaqoji kollektivə çatdırın. Və yaxud da ki, hər hansısa bir monitoringi biz keçirdik, həmin monitoringin nəticəsini təhlil etmək istəyirik. Buna görə əlavə olaraq növbədən kənar pedaqoji şura çağırdıq. Təbii ki, o zaman bizim pedaqoji şuranın sayı artır. 6 pedaqoji şura yox, 7, 8, 9 olur misal üçün. Ola bilər. Onları danışacağıq biz sizinlə pedaqoji şura haqqında əsaslanmayan danışdığımız zaman. Burada bir məsələ var. İş planını dedik ki, fəaliyyət planı yanında, yəni tərkibində təsdiq olunur və pedaqoji şuranın 12 sentyabr 2025-ci il tarixli bir nömrəli qərarına əsasən təsdiq olunmuşdur dedik. Bunları dedik. Bu oldu bizim illik iş planımız və burada tarixlər var. Baxın, 12 sentyabr 2025. Bax, burada 12 sentyabr 2025 qeyd etmişik. İndi digərin tarixini sizə qeyd edim. 2 nömrəli iclası nə zaman keçirəcək? Burada qeyd etmişik. 2 nömrəli gəlib çatmadım. 18 noyabr 2025 görürsünüz. Bu tarixlər elə belə qeyd olunmayıb yoldaşlar. Deməli, bizdən soruşurlar. Misal üçün, deyirlər ki, məktəblər qeyd etsin hansı günü, hansı tarixdə, il ərzində hansı pedaqoji şuralar keçirəcəklər, hansı məsələlərdə müzakirə edəcəklər. Excel cədvəli göndərirlər bizə. Həmin Excel cədvəlində biz qeyd edirik. Tutaq ki, mən Suvagil 2 nömrəli məktəb olaraq qeyd edirəm ki, bizdə bir nömrəli pedaqoji şura 12 sentyabr 2025, 2 nömrəli 18 noyabr 2025, deyək ki, 3 nömrəli 27 yanvar 2026. Mən bunları tarixlərlə orada hamısını cədvəldə qeyd edirəm. Niyə? Çünki bu iclas keçirilən günü bir də görsən ki, yoxlama gəlir, həmin iclasda gəlir iştirak edir. Bilirsiniz ki, təhsili idarəetmə orqanları, onlar da təhsil prosesinin iştirakçıları hesab olunurlar və istənilən vaxt gəlib, təbii ki, onlar ilk öncə gəldikləri zaman icazə də almalıdırlar. Çünki pedaqoji şuranın sədri məktəbin direktoru olur. Direktorun icazəsi ilə təhsil prosesinin iştirakçıları təhsil idarəetmə orqanlarıdır, təhsil müəssisəsi ilə əməkdaşlıq edən hüquqi fiziki şəxslərdir və s. Onlar gəlib pedaqoji şurada müşahidəçi səs hüququ ilə, yəni səs vermədə iştirak etmirlər. Sadəcə müşahidə edirlər, iştirak edə bilərlər. Bu belə. Ona görə də o tarixlər qeyd olunur ki, hər hansısa bir qonaq qismində ola bilər ki, təhsil idarəetmə orqanından kimsə gəlsin. Və bunlar, bu dediyimiz məsələlər ki, var idi ki, bayaq danışdığımız, hansı F563, gəldik, tutaq ki, pedaqoji şuranın iş planı təsdiq edilməsi, pedaqoji şuranın katibin seçilməsi, məktəbin fəaliyyət planı təsdiq olunması, sonra 1-10-cu siniflərdə uşaqların qəbulu, şagird kontingenti, sonra yenə burada F522 bayaq bizim dediyimiz tədris planını keçən dərsdə danışmışdıq sizinlə. Tədris planına uyğun olaraq dərs yükünün müəyyən olması, dərs bölgüsü və s. Fənn üzrə fənn metod birləşmələr. İndi bunları niyə göstərirəm sizə? Yoldaşlar, burada məsələlər çoxdur. Sizə göndərəcəm. Burada 14 məsələ olmalıdır. Səhv etmirəmsə, yox. 14 qeyd etmişik, əlavələrimiz də olmuşdu bizim. Ola bilər ki, burada qeyd olunanı əlavə də nəsə qeyd edə bilərik. Bax, 3 aprel 2024 sizə keçdiyim əmrdir. Keçən dərsdə xüsusi hallar zamanı görülməli işlər barədə təhlükəsizliklə bağlı. Və burada 11 qeyd olunsa da, səhv etmirəmsə 14 məsələ var idi bizdə müzakirə olunan. Buradakı bu 11 məsələ var ha, yoldaşlar. Bu 11-in 11-i də pedaqoji şurada müzakirə olmalıdır. İş planında bunlar qeyd olunubsa, bunlar mütləq pedaqoji şurada müzakirə olunmalıdır. Protokol kitabında da onlar hamısı qeyd olunmalıdır. Yəni, gələn yoxlama məndən fəaliyyət planı tələb edir. Fəaliyyət planı ilə iş planına baxır, üst-üstə düşürmü? Pedaqoji şuranın iş planına uyğun baxır ki, protokolda bu məsələlər qeyd olunubmu? Protokolda yazılan qərar hissəsi, qərar əmrləşdirilibmi? Bunları növbəti dərsdə danışacağıq sizinlə. Bu pedaqoji şuranın iş planında dediyim kimi hazırlandı. Hansı ki, bu belə deyək də bizim bu
fəaliyyət planı tərkibində olurdu. Ona görə burada bir yerdə, misal üçün müavin, direktor, təşkilatçı bir yerdə oturduq, hazırladıq, ehtiyac yoxdur. Çünki fəaliyyət planı hazırlandı, tərkibində də bu olur. Gəldik tədbirlər planı. Bunu deyim. İş planı ilə bağlı qaranlıq qalan nə isə oldusa deyin. Varmı sual? O zaman davam edirəm. Gələk məktəbin tədbirlər planına. Bu tədrisin keyfiyyətinin inkişaf planı, bunu mən sizə ayrıca danışacağam. Bunu bugün danışmıram. Niyə? Çünki həm vaxtımız yoxdur. O tədrisin keyfiyyətinin artırılması üçün hansı işlər görülməlidir, onları ayrıca danışacaq biz sizinlə. Bu tədbirlər planıdır. İndi deyə bilərsiniz ki, müəllimə, bu tədbirlər planının mövzuları hardan götürürsünüz? Bunu da, bu tədbirlər planının da hazırlanması üçün biz burada həm təşkilatçıdır, həm direktordur, həm burada yenə uşaq birliyi, mən burada 2 nəfəri qeyd etmişəm. Əsasən tədbirlər kimlər keçirir? Uşaq birliyidir, fən müəllimləri ola bilər, yenə qabaqcıl pedaqoji təcrübəyə malik olan müəllimlərdən ibarət, kimisə bura əlavə etmək olar, təşkilatçıdır. Elə bu, belə deyək, tədris müavini də bura əlavə etmək olar. Niyə? Ona aid olan müəyyən bir tədbirlər də olur. Bəli. Bu formada tədbirlər planı hazırlayırıq və mən bunu sizə açığı deyim ki, biz bilirik ki, hər tədris ili üçün ucu neçə ildir? 13 ildir mən direktor vəzifəsində çalışıram. Bu 13 il ərzində hər il keçirdiyimiz tədbirlərdir və bizdən hər dəfə, burada Firuzə müəllimə də onu qeyd edə bilər ki, bizim üçün müəyyən bir tədbirlərlə bağlı hesabat tələb olunur və bu hesabatda biz linklər yerləşdiririk, göndəririk ki, bu tədbirləri keçirmişik. Edirsiniz də Firuzə müəllimə siz. Bəli, müəllimə. Həmin linkləri yollayırıq. Bəli, həm də ki, inkişaf, belə deyək də, inkişaf yox, yəni belə deyək də, təhsil inkişafı üzrə dövlət strategiyasında qeyd olunmuş müəyyən bir tədbirlərlə bağlı məsələləri də bizə göndərirlər ki, orada keçiriləsi tədbirlər, müəyyən məktəblərdə Excel cədvəlləri göndərirlər, bu tədbirləri bizdən əvvəlcədən tələb edəcəklər, hazırlıqlı olaq zat və s. Ona görə də biz nə edirik? Biz həmin o tədbirlərin hamısını mən, belə bir link var idi məndə tədbirlər yazılan, görüm tapa bilirəmmi? Tədbirlər yazılan bir dənə link var. Oradan biz onları yığırıq. Tədbirlər 2. Bax, belə bir formada görürsünüz, Azərbaycan dilinin saflığı, insan alveri, məişət zorakılığı, narkotik vasitələrlə bağlı, yol hərəkəti qaydaları, bərk məişət tullantıları ilə bağlı linklər. Cürbəcür belə bir nələr göndərilir bizə. Excel cədvəllərin linklər və s. hesabatlıq təmin olunur, tələb olunur, üzr istəyirəm və ona görə də buna uyğun olaraq biz də tədbirlər planı hazırlayırıq. Burada nələr var? Bilik gününün keçirilməsi, konstitusiya suverenlik ili mövzusu üzrə rəsm müsabiqənin keçirilməsi, tədbirin keçirilməsi, təhlükəsizliklə bağlı yol hərəkəti, insan alveri, insan hüquq azadlıqlarının müdafiəsi, sudan səmərəli istifadə olunma, erkən nikah, etik davranış qaydaları, təhlükəli ərazi ilə bağlı, sığorta uşaqların gözü ilə, bərk məişət və s. çoxdur burada yoldaşlar. Sonra Ulu Öndərin deyək ki, Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur mövzusunda təqdimatın keçirilməsi, gender əsaslı zorakılığa mübarizəyə dair tədbir və s. Və bundan mütləq bunlar hamısı vacibdir, çünki biz bununla bağlı hesabat təqdim edirik. Bunlar belə. Sonra nə qaldı yoldaşlar? Düşünürüm, bir də mən özüm yazdığım əmri istəyirəm təqdim edim. Siz biləsiniz ki, əmr necə yazılmalıdır. Bax, dedik ki, Cənab Nazirin F563 əmr var. Düzdür? F563, 12 sentyabr 2025. Bunu yadda saxlayın. Mən rəqəm yadda saxlaya bilmirəm deməyin mənə. Çünki bunu nömrə ilə, tarixlə desəz, deməlisiniz. Yəni, bir dənə bu nömrəni heç olmasa yadda saxlayın, bu vacibdir. F563, 12 sentyabr 2025 tədris ilinin təşkili barədə əmr. Bax, budur. Deməli, həmin nömrəli ümumi təhsil müəssisəsində 2025-26-cı tədris ilinin təşkili barədə əmrini 12 sentyabr 2025-ci il tarixli bir nömrəli pedaqoji şuranın qərarını rəhbər tutaraq əmr edirəm. Əmrin yazılma qaydasını öyrətmişəm də sizə, həm nümunələr də göndərmişdim. Gerb olmalıdır. Bax, bizim region ancaq şəkil zakatala qeyd edir. Məktəbin adı ümumi təhsil sözü mütləqdir. Xətt qeyd olunmalıdır. Nümunə mən sizə
Blankları göndərmişəm, blank nümunələr. Əmr sözü yazılmalıdır, nömrəsi olmalıdır, hüquqi ünvan qeyd olunmalıdır. Əmrin nömrəsi yanvarın birindən deməyək də, yeni ildən biz qaydırıq, bir nömrə olur, 31-nə qədər, dekabrın 30-una qədər. Sonra sentyabrın 15-i 2025 nə barədədir? 2025-26-cı tədris ilinin təşkili barədə. Yenə burada görürsünüz, həmin o əmrə uyğun mən məktəb üçün əmr yazıram. Niyə? Həm də pedaqoq şurada bu məsələni müzakirə etdim axı. Qərar da var da. Pedaqoq şuranın qərarını yazdım mən. Görürsünüz? O qərarın bəndini də qeyd etmək olar. Arada olur ki, misal üçün 3.2 bənd, yəni qeyd edirəm qərarın bəndini. Əmr edirəm. 2-11-ci siniflərdə konstitusiya suverenlik ili mövzusuna həsr olunsun. Aşağıdakı hədəflər 2025-26-cı tədris ili üçün təsdiq edilsin. 1. Oxu savadlıq, riyazi savadlıq, rəqəmsal savadlıq, ümumi monitorinqlər üzrə, fiziki inkişaf üzrə, valideynlərin məmnunluğu üzrə, məktəb rəhbərliyi, müəllimlər, sinif rəhbərləri qarşıya qoyan hədəflərə nail olunması istiqamətində tədris, təlim, tərbiyə, metodik işlərin həyata keçirilməsi məqsədi ilə uyğun təşkil edilsin. Məktəbin fəaliyyət planına əsasən hansı işlər görülsün? Burada əmrdir. İstəsiz bunu da göndərəcəm. Əmrin icrasına nəzarət ya tapşırılır müavinə, ya deyək ki, bu sırf tədrislə bağlı məsələdir. Yazmışam ki, əmrin icrasına nəzarəti öz üzərində saxlayırım. Bir də yoldaşlar, əmrin icrası ilə bağlı görülmüş işlər barədə 2024-cü ilin dekabr və 2025-ci ilin iyun aylarında, burada 24 yox, bu keçən ilin əmrin üzərində işləmişəm deyə, ona görə belə düşüb burada yoldaşlar. Burada 2025, bir də 26 qeyd etməliydim. Bir də bunu düzəliş edim, göndərəndə. Bəli, buyurun. Olar müəllimə. Olar müəllim, buyurun. Bir sual vermək istəyirəm bu məsələ ilə bağlı. Sizdə pedaqoq şuranın qərarların nömrəsi sentyabrdan başlanılır qoyulmağa, ardıcılığa yanvardan əmr kitabı kimi. Pedaqoq şura bir nömrəli pedaqoq şura olur, tədris ili bir nömrəli olur da mənim. Amma əmr yanvardan olur bir nömrə. Pedaqoq şura tədris ili üçün, yəni sentyabrdan bir nömrəli olur. Əmrlər amma yanvardan. Aydındırmı? Qərarlarını demək istəyirəm, qərarlara nömrə qoyuruq. Qərarlara nömrə niyə qoyulmalıdır ki? Mənim pedaqoq şuranın nömrəsi 1-dir, oldu mu? Qərar orada eşidildi, qərar hissə var. Qərar 1, qərar 2, qərar 3, 10 məsələ varsa 10 dənə qərar olmalıdır. Onu mən keçəcəm Şəfa müəllim. Onu mən səbirli olun. Pedaqoq şuranı keçdiyim zaman mən protokol hər bir şey təqdim edəcəm, deyəcəm. Yaxşı, narahat olmayın. Hələ ki bu, yəni belə qaranlıq qalacaq. Mən əyani formada sizə vəsaitlər niyə təqdim edirəm? Siz bunu yadda saxlaya biləsiniz deyə. Ona görə də narahat olmayın. Yəni hər bir xırdalığa biz toxunacağıq. Sizin sözünüz var idi Şəfa müəllim. Onu deyin, zəhmət olmasa mən artıq yekunlaşdırıram. Belə. Aha. Buyurun. Yox, o növbət təqdim etmədi. Özüm satımla düzəliş edəcək. Belə vaxtınızı almayın. Təqdim etməni mənə şəxsiyə göndərin. Yaxşı? Şəxsiyə deyin mənə, mən sizə deyəcəm necə olmalıdır, nə olmalıdır. Yoldaşlar, mənə belə ekstremli sualınız yoxdursa, mən sizinlə sağollaşıram. Göndərirəm bu tədbirlər planını və s. də sizə. Ondan sonra heç nə. Növbəti dərsdə sabah Allah qoysa 7-də görüşərik sizinlə.